Salam əziz müəllimlər və müdavimlər, xoş gördük hər birinizi. MHM test toplusundan təsriflənməyən feillərin suallarının izahına baxırsınız. Sual 1. Hansı cümlədə feil sifət işlənib? Qolu işləməli köynəyini geymişdi. Burada işləməli feil sifət deyil. İş sözün kökü lə leksik, mə leksik, li leksik. Burada söz feil sifət yox, sifətdir. Belə çalışqan insanları çox sevirəm. Çalışqan sözündə çalış sözün kökü qan leksik şəkilçidir. Bu da feil sifət yox, sifətdir. Qovurmalı aşı iştaha ilə yedi. Qovur, qovurma, qovurmalı. Burada da feil sifət yox, sifətdir. Gəncliyin günəşi saralan deyil. Saral sözün kökü anən burada feil sifətin şəkilçisidir və ilə feil sifət işlənən cavab D-dədir. Ahılların 70 kəfəni çürüdüb. 70 burada saydı. Feil sifət deyil. Ona görə doğru cavab olur D variantı. Sual 2. Feil sifət tərkibi mübtədənin ifadə vasitəsidir. İclasdan çıxanlar çatanda artıq gecidi. Gecidi. Nə vaxt, nə zaman? İclasdan çıxanlar çatanda. Bu cümlə şəxsi cümlədir. Cümlədə mübtədə yoxdur. Mübtədəni bərpa edə bilmirik. Və burada iclasdan çıxanlar mübtədə deyil. İclasdan çıxanlar çatanda birlikdə feili bağlama tərkibi yaradır və zərflik olur. Yəni A variantı deyil. Yeni alınanları dünən göndərmişdim. Nə etmişdim? Göndərmişdim. Nəyi? Yeni alınanları. Burada feil sifət tərkibi tamamlıq funksiyasındadır. Mübtədə isə buraxılıbdır. Mən göndərmişdim. Mübtədə yoxdur. Gərək çağırılanlar vaxtında gələydilər. Kim çağırılanlar? Burada çağırılanlar mübtədədir və bu feil sifət tərkibi yox, feil sifətlə ifadə olunub. Bizdən isə feil sifət tərkibi soruşduğu üçün C-ni götürmürük. İşin sonunu bilənlər bu oyunu qatılmadılar. Qatılmadılar. Kim? İşin sonunu bilənlər. Anən feil sifətin şəkilçisidir. İşin sonunu bilənlər feil sifət tərkibidir və mübtədə feil sifət tərkibi ilə ifadə olunduğu üçün cavab olur D. Onların oxuyanları da təklifi başa düşmədi. Başa düşmədi. Nəyi? Təklifi. Kim? Onların oxuyanları. Burada onların oxuyanları feil sifət tərkibi yox, üçüncü növ təyin söz birləşməsi olduğu üçün, birinci tərəfdə yəli, ikinci tərəfdə məsuliyyət şəkilçisi olduğu üçün bu feil sifət tərkibi yox, ismi birləşmə götürülür. Biz buna feil sifət tərkibi deyə bilmirik. Və doğru cavab olur D variantı. Sual 3. Feili sifət tərkibi işlənmiş cümləni müəyyən edin. Yaza bilməyənləri sinifdə saxlayacaq. Burada yaza bilməyənləri ol, et, bil, qıl müstəqil feil olmadığı üçün, yəni bu cümlədə də bilmək müstəqil funksiya daşımadığı üçün, yaza bilmək birlikdə təhlil olunduğu üçün və birlikdə mürəkkəb feil getdiyi üçün yaza bilməyənləri tərkib yaratmır. Bu mürəkkəb feildir. Söz birləşməsi olmadığı üçün tərkib sayılmır. Cavabları bilənlər əllərini qaldırsınlar. Kim? Cavabları bilənlər. Burada cavabları bilənlər artıq bilmək burada müstəqil funksiyadadır. Bilmək, bacarmaq mənasındadır. Yəni cavabları bilən mənasındadır. Burada bilmək müstəqil söz olduğu üçün cavabları bilənlər artıq söz birləşməsi yaradır və feil sifət tərkibi götürülür. Ona görə cavab B-dir. Sən evə gələndə bizə də xəbər et. Nə vaxt, nə zaman evə gələndə. Burada evə gələndə tərkib yaratsa da feil sifət yox, feili bağlamadı. Ona görə C-ni götürmürük. Öyrənə bildiklərin sənin sərvətindir. Sənin sərvətindir. Nə? Öyrənə bildiklərin, öyrənə bilmək, yaza bilmək, danışa bilmək. Bunlar mürəkkəb feil sayılır və bunlar feili sifət və ya feili bağlama tərkibi, eyni zamanda məsdər tərkibi kimi götürülmür. Yəni söz birləşməsi sayılmadığı üçün tərkib də sayılmır. D-də də mürəkkəb feil olduğu üçün tərkib götürülmür. Yaxşı olanları xəstəxanadan göndərin. Göndərin haradan xəstəxanadan kimi yaxşı olanları. Yaxşı olmaq da birlikdə mürəkkəb feil gedir və söz birləşməsi olmur. Eyni zamanda tərkib də əmələ gətirmir. Və doğru cavab olur B bəndi. Sual 4. Məsdər və isimin ortaq əlamətləri hansılardır? Kim nə suallarına cavab vermək? Məsdər nə sualına cavab versə də kim sualına cavab verə bilmir. Ona görə də isimdən ortaq xüsusiyyəti deyil. Quruluşca sadə düzəltmə mürəkkəb olmaq. Həm isim, həm məsdər quruluşca üç cür ola bilir. Sadə düzəltmə mürəkkəb bu ortaq funksiyadır. Mübtədə təyin kimi işlənmək. Mübtədə kimi işlənə bilər, amma məsdər təyin ola bilmir. Eyni zamanda istisna hallarda məsdər təyin olur ki, bu da məsdərə aid olmayan xüsusiyyətdir. Yəni, məsdərlə isimin ortaq əlaməti olaraq onların təyin kimi işlənməsi götürülə bilməz. 4. Mənsubiyyətə görə dəyişmək. Həm məsdər, həm isim mənsubiyyətə görə dəyişir, ortaqdır. Bütün şəxs şəkilçilərini qəbul edə bilmək. İsim bütün şəxs şəkilçilərini qəbul etsə də, məsdər bütün şəxslərin şəkilçisini qəbul etmir. Məsələn, deyək ki, mən oxumağam şəklində deyə bilmirik. Ona görə də 5 ortaq fikir deyil.
bütün şəxs şəkilçilərini qəbul etmir. Qoşmalarla işlənmək həm məzdər, həm də isim qoşmalarla işlənir. Bu da bunlar haqqında ortaq fikirdir. Ona görə cavab olur 2, 4, 6 E variantı. Sual 5. Evə çatanda gələnləri görüb geri döndü. Nümunəsinin təhlilinə aid olan fikirləri müəyyən edin. Fe'li sifət tərkib əmələ gətiribdir. Nə etdi? Döndü. Haraya? Geri. Nə vaxt, nə zaman? Evə çatanda gələnlər, nə vaxt, nə zaman geri döndü? Deməli, burada təhlil zamanı bunların hamısı birlikdə götürülür. Nə vaxt, nə zaman? Evə çatanda gələnləri geri döndü. Nə vaxt, nə zaman? Evə çatanda gələnləri görüb. Burada hamısı birlikdə tərkib götürüldüyü üçün, yəni olacaq zərflik, xəbər şəklində təhlili. Fe'l sifət tərkib əmələ gətirib. Xeyr, fe'l sifət fe'li bağlamanın asıl tərəfidir. Fe'l sifət tərkib əmələ gətirməyibdir. Bu fikir yanlışdır. Fe'l sifət fe'li bağlamaya aid deyil, əksinə fe'li bağlamaya aiddir. Yalnız fe'li bağlama tərkib əmələ gətirib. Doğrudur. Fe'li sifət məlum növdə işlənibdir. Gələnlər məlum növdədir. Doğrudur. Fərqləndirilən hissə zaman məzmunu ifadə edir. Evə çatanda nə vaxt, nə zaman sualına cavab verir və zaman məzmunu ifadə edir. Bu da doğrudur. Doğru cavab olur 3, 4, 5, yəni B bəndi. Sual 6. Yalnız anda şəkilçisi fe'li bağlama kimi düşünülən variantı müəyyən edin. Dərs danışanda həyəcan duyurdum. Dərs danışan uşaqda həyəcan duyurdum. Burada andanı yalnız fe'li bağlama yox, fe'li sifət üstəgələk yerli kar şəkilçisi kimi də düşünmək olar. Kitabı alanda maraqlı əşya gördüm. Kitabı alan adamda maraqlı əşya gördüm. Burada da fe'l sifət kimi götürmək olar. Çantamı açanda pul qabını görürdüm. Çantamı açan adamda pul qabını görürdüm. Burada yenə fe'l sifət üstəgələk daha yerli kar şəkilçisi kimi götürmək olur. Sən bunu oxuyandan soruş. Andan görürsünüzsə bilin ki, bu hər zaman fe'l sifət üstəgələk çıxışlı kar şəkilçisidir. Andan deyilən fe'li bağlama şəkilçisi yoxdur. Gərək evə gələndə tələsərdim. Burada isə nə vaxt, nə zaman evə gələndə. Bunu yalnız fe'li bağlama kimi götürmüş oluruq. Çünki evə gələn adamda tələsirdim deyə bilmirik. Yəni, anda əndə şəkilçili sözə həm nə vaxt, nə zaman, həm də kimdə, nədə sualını verə bilib iki cür düşünə bilirsinizsə, burada həm anda əndə bir şəkilçi fe'li bağlama kimi düşünülə bilər, həm də kimdə və yaxud da nədə sualına cavab verirsinizsə, ən bir, da bir. Yəni, fe'l sifət üstəgələk yerli kar şəkilçisi kimi götürmək olar. Burada A-da, B-də və C-də fe'l sifət kimi düşünmək olur. E variantında isə yalnız fe'li bağlama kimi götürülür. D-də isə yalnız fe'l sifət olur. Dan çünki varsa bu fe'li bağlama ola bilməz. Və doğru cavab olur E variantı. Daha sonra sual 7. Yazdırılmış məktub birləşməsində fe'li sifətin təhlilinə aid olan fikirləri müəyyən edin. Yazdırılmış fe'li sifətdir. Yaz sözün kökü, dır leksik, ıl leksik, mış qrammatik şəkilçidir. Deməli, birincidə qeyd olunur ki, icbar növdə işlənibdir. Yazdırılmış məktub məchul növdədir, icbar növdə deyil, ıl şəkilçisi var. Bir yanlışdır. Keçmiş zaman məzmunludur. Mış keçmiş zaman məzmunu daşıyır. 2 düzdür. Tərkib əmələ gətirib, özündən əvvəl söz olmadığı üçün tərkib əmələ gətirib fikri yanlışdır. Məchul növdə işlənib, doğrudur. İsmin xüsusiyyətini daşımır. Hansı məktub yazdırılmış? İsmin sualına cavab vermir. İsmə məxsus heç bir qrammatik şəkilçi qəbul etmədiyi üçün bəli ismin xüsusiyyətini daşımır. Doğru cavab 2, 4, 5, yəni D variantındadır. Növbəti sual 8. Sən gedəndən sonra yemək yeyib yatacaq. Cümləsində hansı təsriflənməyən formalar işlənibdir? Andan əndən görürsə, yəni sonda n görürsünüzsə bu fe'li sifətdir. Buna fe'li bağlama deyə bilməzsiniz. Sonra yemək yeyib, ıb da burada fe'li bağlamanın şəkilçisidir. Yemək nə? Yemək bu isimdir. Burada maq-məq məstər kimi götürmək olmur. Deməli, burada işlənibdir fe'li sifət və fe'li bağlama. Yəni, cavab olur fe'li bağlama, fe'li sifət, B variantı. Sual 9. Fe'li sifət əmələ gətirən şəkilçilər sifət düzəldən şəkilçilərdən fərqli olaraq nöqtələrin yerinə yazıla bilər. Leksik şəkilçilərdir. Xeyr, fe'li sifət əmələ gətirən şəkilçilər qrammatik, sifət düzəldən şəkilçilər leksik şəkilçilərdir. Burada tərsinə yazıb. Yəni, fe'l sifət əmələ gətirən şəkilçilər leksik şəkilçilərdir. Fikri yanlışdır. Qrammatikdir. Yalnız fe'llər artırılır. Bu da deməli, fe'li sifət, bəli. Fe'li sifətin şəkilçiləri yalnız fe'llərə qoşulur. Fe'llər artırılır. Amma sifət düzəldən şəkilçilər həm fe'llərə, həm də adlara qoşula bilər. Bu fərqdir.
Həm alınma, həm də milli olanı var. Fe'l sifətin şəkilçiləri yalnız qrammatikdir. Qrammatik şəkilçilərdə alınma yox, milli olduğu üçün bu fərq deyil. Fe'li sifət zaman məzmunu ifadə edə bilir. Bəli, sifət düzəldən şəkilçilər zaman məzmunu ifadə etmir, amma fe'li sifət zaman şəkilçisi qəbul etməsə də indiki, keçmiş və gələcək zaman məzmunu daşıya bilir. Ona görə cavab olur 2-4, yəni B variantı. Sual 10-a baxaq. Sənədlərə baxılanda qonaqların gəldiyini görmədim. Nümunəsindəki fe'llərlə bağlı doğru olan fikirləri müəyyən edin. Fe'li bağlama məchul növdədir. Baxılanda sözü məchul yox, bax, baxıl, baxılanda. Məchul yox, şəxsiz növdədir. Birinci fikir yanlışdır. Fe'li sifət tərkib əmələ gətirməyibdir. Sənədlərə baxılanda qonaqların gəldiyini görmədim. Görmədim nəyi? Qonaqların gəldiyini. Tərkib əmələ gətirməyibdir. Yanlışdır. Tərkib əmələ gətiribdir. Fe'llərdən ikisi məlum. Biri isə şəxsiz növdədir. Gəldiyini və görmədim məlum növdədir. Baxılanda isə şəxsiz növdədir. Bu doğru fikirdir. Fe'li sifət tərkibi keçmiş zaman məzmunludur. Dık plus mənsubiyyət fe'l sifət şəkilçisidir və keçmiş zaman məzmunu daşıyır. Dık plus mənsubiyyətlə mış. Bu da doğrudur. Fe'li bağlamaya aid olan subyekti bərpa oluna bilər. Doğrudur. Yəni, nə demək istəyir bu cümlə ilə? Fe'li bağlama baxılanda şəxsiz növdədir. Əgər cümlədə şəxsiz növ fe'l, fe'l sifət, fe'li bağlama və ya məstər olarsa, o cümlədə subyekti bərpa edə bilərik. O zaman bərpa edə bilmərik ki, şəxsiz növ fe'l cümlədə xəbər rolunda olsun və təsriflənən fe'l olub cümlədə xəbər olsun. Yox, əgər fe'li sifət, fe'li bağlama və ya məstər yəni şəxsiz növdə olarsa, bu zaman həmin cümləyə subyekt bərpa etmək olar. Ona görə doğru cavabımız olur 3, 4, 5, yəni C variantında. Sual 11-ə baxaq. Verilən fikirlərdən hansı doğrudur? Məstər digər təsriflənməyən formalardan fərqli olaraq ikinci kəsin xüsusiyyətini daşıyır. Hər üçü ikinci kəsin xüsusiyyətini daşıyır. Bu yanlışdır. Təsriflənməyən fe'llərin hamısı cümlədə müxtəlif cümlə üzvləri vəzifəsinə çıxış edə bilir. Hamısı yox. Məstərlə fe'l sifət müxtəlif cümlə üzvü olsa da fe'li bağlama yalnız zərflik olur. Bu yanlışdır. Fe'li sifət həm fe'lin, həm də ismin xüsusiyyətini daşıyan yox, həm fe'lin, həm sifətin xüsusiyyətini daşıyır. Bu yanlışdır. Zamana görə dəyişə bilməyən fe'li sifət zaman məzmununu ifadə edə bilmir. Yanlışdır. Zamana görə dəyişmir, amma indiki, keçmiş və gələcək zaman məzmununu daşıyır. Təsriflənməyən formaların tərkib əmələ gətirməsi üçün ən azı 2 müstəqil söz işlənməlidir. Bəli, söz birləşməsi yaratmalıdır. Ən azı 2 müstəqil söz olmalıdır ki, tərkib yaratsın. Doğru cavab olur E variantı. Daha sonra sual 12-yə baxdıq. 12 qaldı. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Məstərin sintaktik vəzifəsi mübtədə tamamlıq zərflik təyin olmaqdır. Məstərin sintaktik vəzifəsi təyin olmaq deyil. Bu fikir yanlışdır. Burada isə doğru qeyd olunduğu üçün bu uyğunluq yaratmayıb, yəni uyğunsuzluqdur. Filmin bitməyinə az qalmış, hamı getdi. Fe'li bağlama tərkibi işlənibdir. Nə etdi, getdi, kim, hamı, nə vaxt, nə zaman, filmin bitməyinə az qalmış. Az qalmış, az qalanda, mış, anda şəkilçisi ilə, yəni sinonim kimi götürülürsə, bu zaman, yəni mışın əvəzinə anda əndə qoya biliriksə, bu fe'li bağlama şəkilçisidir və burada fe'li bağlama tərkibi işlənibdir. Burada fikir doğrudur, yanlış yazıldığı üçün bu da uyğunsuzluqdur. Biz onu oynayan gördük. Fe'l sifət tərkibi tərz məzmunu ifadə edir. Nə etdik, gördük. Kim, biz, kimi gördük, onu, necə, nə cür, nə tərzdə gördük, oynayan gördük. Burada düzdür, fe'li sifət yəni tərz məzmunu ifadə edir. Lakin tərkib yaratmayıbdır. Onu gördük, biz gördük, necə, nə cür, nə tərzdə oynayan gördük. Burada sadəcə fe'l sifət tərkibi olmadığı üçün fikir yanlışdır. Burada isə doğru yazıldığı üçün yenə uyğunsuzluqdur. Fe'li sifət isimləşəndə ismə aid bütün xüsusiyyətləri özündə daşıyır. Bu fikir yanlışdır. Bütün xüsusiyyətləri özündə daşımır. Yəni, ismin müəyyən xüsusiyyətlərini qəbul edir ki, ismin suallarını qəbul edir, ismə məxsus mənsubiyyət şəkilçisini, eyni zamanda hal şəkilçilərini qəbul edə bilir. Amma ismə aid bütün xüsusiyyətləri özündə daşıyır fikri yanlışdır. Məsələn, morfoloji cəhətdən fe'li sifət isimləşəndə isim sayılmır, elə fe'l sifət olaraq da götürülür. Bu fikir yanlışdır. Burada da yanlış olduğu üçün uyğunluq yaradan D variantıdır. Məstər hallansa da mənsubiyyətə görə dəyişsə də cəmlənmir. Bu fikir deməli, məstər hallansa da mənsubiyyətə görə dəyişsə də cəmlənmir fikri doğru fikirdir.
Çünki məstəri hallanmağı, mənsubiyyətə görə dəyişməyi məstərə aid olan xüsusiyyətdir. Cəmlənmək isə məstərə aid olmayan xüsusiyyətdir. Yəni, cəmlənmir fikri doğru fikirdir. İstisna hallarda cəmlənə bilir. Uşaqların oxumaqları. Bu istisna isə qaydadan kənardır. Yəni, necə ki, məstərə aid olmayan xüsusiyyət cəmlənmək təyin götürülür. Yəni, onun cəmlənməsi doğru fikir sayılmır. Yəni, cəmlənmir doğrudur. Cəmlənir fikri yanlışdır. Və bu fikir doğrudur. Burada da yanlış yazıldığı üçün bu da götürülmür. Cavab olur D variantı. Növbəti 13-cü suala baxaq. Hansı cümlələrdə ınca şəkilçisi ilə düzəlmiş feili bağlama işlənibdir? Uşaqlar şirniyyatdan doyunca yedilər. Inca burada doymaq feildir. Inca feili bağlamanın şəkilçisidir. Bu feili bağlamadır. Bəyimizin istəyincə yeni mahnı ifa etdik. İstə sözün kökü istək. İstəyinə görə. Burada istək isim olduğu üçün, ca da burada qoşma olduğu üçün istəyinə görədir. Yəni, feili bağlama da feilə qoşulur. İsmə qoşulmadığı üçün, istək də isim olduğu üçün burada feili bağlama yox. Yəni, feili bağlama deyil. In burada bəyimizin istəyi, i mənsubiyyət şəkilçisidir, n bitişdirici, c isə burada qoşmadır. Bəyimizin istəyinə görə yeni mahnı ifa etdilər. Yəni, burada feili bağlama yoxdur. Qonaqlar əlləri ağrıyınca dayanmadan alqışladılar. Ağrımaq feildir. Inca da burada feili bağlamanın şəkilçisidir. Yəni, feilə qoşulubdur. 3-ü götürürük. Həkim onu xəstəxanadan saxlayınca evə xəbər verdi. Saxlamaq da feildir və burada da inca feili bağlamanın şəkilçisi də feilə qoşulubdur. Burada da feili bağlamadır. Biz hələ ona layiqincə qiymətləndirməmişik. Onu layiq, necə layiq? Burada layiq feil olmadığı üçün, yəni feilə qoşulmadığı üçün burada da deməli, feili bağlama şəkilçisi deyil. Yəni, feili bağlama şəkilçisi mütləq feilə qoşulmalıdır. Burada da layiq feil olmadığı üçün burada feili bağlama şəkilçisi deyil. Feili bağlama şəkilçisi olan 1, 3, 4-də, yəni E variantında olur. Daha sonra sual 14. Əsas feili şərt baxımından izah edən feili bağlama tərkibi işlənən nümunəni göstərin. Əsas feili deyəndə cümlədə xəbəri, yəni təsniflənən feili nəzərdə tutur. Şərt baxımından izah edən feili bağlama əsasən madan mədən şəkilçili feili bağlama şərt məzmunu ifadə edir. Baxaq cümlələrə. Başqalarına dərd olmadan xoşbəxt olmalısan. Eyni zamanda bizdən tərkib istəyir. Nə etməlisən? Xoşbəxt olmalısan. Deməli, başqalarına dərd olmadan, necənci nə tərzdə xoşbəxt olmalısan? Başqalarına dərd olmadan. Burada şərt yox, tərz mənası bildirir. Ağlını itirmədən ona kömək etməliyik. Nə etməliyik? Kömək etməliyik. Kimə? Ona. Ağlını itirmədən. Nə vaxt, nə zaman ona kömək etməliyik? Ağlını itirmədən. Burada zaman məzmunu ifadə edir. Uşaq qorxudan titrəyib ağladı. Nə etdi? Ağladı. Kim? Uşaq. Deməli, qorxudan titrədiyi üçün ağladı. Burada səbəb məzmunu bildirir. Yəni, qorxduğu üçün, qorxudan titrədiyi üçün ağlayır. Şərt məzmunu ifadə etmir. Sizdən haqqımı almadan mübarizəmdən dönmərəm. Baxın, sizdən haqqımı almasam mübarizəmdən dönmərəm. Burada sasə bərp etmək olur. Hətta sasə şərt şəkilçisində özümüzdən bərp edə bilərik. Sizdən haqqımı almasam mübarizəmdən dönmərəm. Burada sanki şərt məzmunu qoyur. Şərt qoyur ki, sizdən haqqımı almasam mübarizəmdən dönmərəm. Elə şərt məzmunu ifadə edən madan şəkilçili feili bağlama tərkibi işlənibdir D variantında. Deməli, sizdən haqqımı almadan hamısı birlikdə tərkib yaratmış olacaqdır. Y-də yaxşı oxumayan uğur qazanmayacaq. Burada A-nın feil sifətin şəkilçisidir. Bu cümlədə ümumiyyətlə feili bağlama yoxdur. Növbəti sual 15-ci sual. Həm feili sifət tərkibi, həm də feili bağlama tərkibi kimi düşünülə bilən ifadə işlənmiş cümləni müəyyən edin. Dərgahın qapısı açıq olanda köpəyin yuxusu gəlir. Nə vaxt, nə zaman? Dərgahın qapısı açıq olanda. Burada anda əndə feili bağlamadır. Feil sifət kimi düşünmək olmur. Qabaqda gedəndə maraqlı məlumatlar var. Var nə məlumatlar? Hansı məlumatlar maraqlı? Kimdə? Qabaqda gedəndə. Burada anda əndə feili bağlama yox, yalnız feil sifət kimi düşünmək olur və ona görə yalnız feil sifət tərkibi olur. Feili bağlama kimi düşünmək olmur. Nə vaxt, nə zaman sualını verə bilmirik. Kimdə veririk və bu feil sifət üstəgələk yerlikar şəkilçisi olur. Feili bağlama kimi düşünmək olmur.
C-də mövzunu danışanda həyəcan duydum. Nə etdim? Duydum. Nə duydum? Həyəcan. Nəyi? Həyəcanı. Bu qeyri-müəyyən təsir iki haldadır. Nə vaxt, nə zaman həyəcan duydum? Mövzunu danışanda. Burada fe'li bağlama tərkibi kimi götürmək olar. Bir də mövzunu mövzunu danışan adamda həyəcan duydum. Yəni mövzunu danışanda kimdə sualını da verə bilər. Kimdə sualını verdikdə isə olacaqdır tamamlıq, yəni fe'l sifət tərkibi. Yəni burada C variantında həm fe'l sifət, həm də fe'li bağlama kimi düşünmək olar. Ona görə doğru cavab C-dir. Günəş çıxanda aləm nura qərq olur. Nə vaxt, nə zaman? Günəş çıxanda. Burada yalnız fe'li bağlama kimi düşünürük. Buludlar ağlayanda susuz torpaq sevinir. Nə vaxt, nə zaman? Buludlar ağlayanda. Burada da yalnız fe'li bağlama kimi düşünmək olur. Fe'l sifət kimi götürmək olmur. Daha sonra növbəti sual 16. Hansı cümlədə fe'li bağlama işlənmədiyini əminliklə söyləmək olar? O, gəlincə evdə heç bir iş görmürdü. Baxın, burada o-dan sonra vergül qoyulubsa, deməli əminliklə deyə bilərik ki, buradakı incə fe'li bağlamanın şəkilçisi deyil. Çünki o, bu əvəzliyindən sonra fe'li bağlama gəlirsə, ondan sonra vergül qoyulmur. O, gəlincə evdə heç bir iş görmür. O, gəlin qədər evdə heç bir kim iş görmürdü. Burada gəlin sözün kökü C isə olacaqdır qoşma. Yəni, gəlin ismi üstəgələk C-də qoşma olmuş olur ki, əminliklə deyə bilirik ki, bu cümlədə fe'li bağlama yoxdur. Cavab olur A. Mən doyunca yeməsəm stoldan qalxmıram. Mən doyunca, doymaq, önce burada fe'li bağlamanın şəkilçisidir. Hər dönə-dönə qızaran ət deyil. Hər dönə-dönə dönərək burada fe'li bağlamadır. Sınaqdan biraz keçmiş izahlar verildi. Sınaqdan biraz keçəndə izahlar verildi. Fe'li bağlama olur. Qafiyəni qafiyəyə qoşa-qoşa şeir yazırdı. Qoşaraq şeir yazırdı. Burada da deməli fe'li bağlama işlənib. Lakin qafiyəni qoşa-qoşa şeir yazırdı. Qafiyəni qoşaraq şəklində deyə bilirik. Bəli, burada deyə bilirik ki, əminliklə fe'li bağlama işlənibdir. Bizdən isə fe'li bağlamanın işlənmədiyini soruşduğu üçün cavab A-dır. Təkrar deyim ki, o-dan sonra vergül olmasaydı, o gəlincə evdə heç bir iş görmürdü. Burada fe'li bağlama götürə bilərdi. Amma vergül olduğu üçün əminliklə deyirik ki, orada fe'li bağlama yox, isim üstəgələk qoşmadı. Sual 17. Hansı cümlədə fe'l sifət ona məxsus olmayan sintaktik vəzifəni yerinə yetirib? Ona məxsus olmayan sintaktik vəzifə zərflik olmazdı. Bir də əsasən görmək fe'linin yanında ana şəkilçili fe'l sifət gəlir həmin tip cümlələrdə. Gələnləri qarşılayan Əli dünən rayona getdi. Hansı Əli gələnləri qarşılayan burada təyindir. Bunu sintaktik vəzifəsinə uyğundur. Onları davada düşmənlə vuruşan gördüm. Necə nə tərzdə vuruşan. Burada elə ana şəkilçili söz gördüm, görmək sözünün yanında, yəni fe'linin yanında gəlibdir və burada ona məxsus olmayan sintaktik vəzifəni, yəni zərflik funksiyasında çıxış edibdir. Ona görə doğru cavab B-dir. Bizə doğru addım atanları unutmuruq. Burada deməli fe'li sifət olub tamamlıq, o da ona uyğun olan sintaktik vəzifət isimləşibdir. Vətən uğrunda ölən varsa vətəndir. Vətəndir. Kim vətən uğrunda varsa, nə var o vətən uğrunda ölən? Vətən uğrunda ölən varsa vətəndir. Nədir? Vətəndir. Varsa burada xəbər olur. Deməli, o kim varsa uğrunda ölən. Burada mübtədə funksiyasındadır. Mübtədə ola bilər. İşimiz bitmədən uğurumuz görsənir. Burada ümumiyyətlə fe'l sifət yoxdur. Sual 18. Hansı cümlədə fərqləndirilən sözü həm fe'li bağlama, həm də fe'l sifət kimi düşünmək olar? Məktubları yazılmamış geriyə dönməyin. Məktublar yazılmamış geriyə dönməyin. Məktublar yazılmadan geriyə dönməyin. Burada yalnız fe'li bağlama kimi götürmək olur. Tapşırıqları yerinə yetirmiş uşaqları göndərin. Hansı uşaqları yerinə yetirmiş? Burada fe'l sifət olur. Kitabçaları təhvil verməmiş abituriyentləri buraxmayın. Kitabçaları təhvil vermədən abituriyentləri buraxmayın. Burada madanla əvəz edə bilirik, olur fe'li bağlama. Bir də kitabçaları təhvil verməmiş abituriyentləri buraxmayın. Hansı abituriyentləri kitabçaları təhvil verməmiş? Burada isə deməli hansı sualına cavab verə bildiyini, həm də kitabçaları təhvil vermədən nə vaxt, nə zaman həm fe'li bağlama, həm də fe'l sifət kimi düşünə biləcəyimiz olur elə C variantında. İşlər icra olunmadan ödənişləri yerinə yetirməyin. Burada fe'li bağlama olur. Yazıları vaxtında təhvil verməmiş çıxmayın. Yazıları vaxtında təhvil vermədən çıxmayın. Burada isə olur fe'li bağlama. İki cür düşünə bildiyimiz cavab oldu C variantında. Daha sonra növbəti sual 19.
Müqayisə cədvəlinə əsasən doğru fikri müəyyənləşdirək. Məsdər və feil sifəti müqayisə edəcəyik. Birincidə üçüncü şəxsin xəbəri şəkilçisini qəbul edə bilər. Bu əslində hər ikisidir. Həm feil sifət, həm feili, həm də məsdər ortaq olduğu üçün biri məsdər haqqında götürə bilmərik yalnız. 2-də ismin yalnız bir sualına cavab verə bilir. Məsdər ismin yalnız nə sualına cavab verir? Feil sifət isə həm kim, həm nə. Yalnız məsdər haqqında düz olduğu üçün 2 götürülür. İsmin 2 sualına cavab verə bilir. Bəli, həm kim, həm də nə sualına cavab verə bilir feil sifət. Düzdür. Ol, et, bil sözlərlə birləşib tərkib yarada bilər. Ol, et, bil sözlərlə birləşib tərkib yarada bilər. Özündən əvvəl də başqa bir müstəqil söz gəlsə, həmin feil sifət də ol, et, bil qılla birlikdə bir mürəkkəb feil ondan əvvəlki sözlə də birləşib tərkib yarada bilər. Lakin təkcə feil sifəti yox, məsdər haqqında da götürülə bilər. Bu ortaq fikirdir. Yalnız feil sifət üçün deyil. Səbəb zərfliyinin ifadə vasitəsi ola bilər. Həm məsdər, həm də feil sifət səbəb zərfliyinin ifadə vasitəsi ola bilər. Ona görə 5 ortaqdır. Feili xəbər rolunda çıxış edə bilər. Deməli, həm feil xəbər rolunda çıxış edə bilər. Məsdər feili xəbər yox, eləcə də feil sifət feili xəbər yox, ismi xəbər ola bilər. Feili xəbər təsvirlənən feillər olur. Bu isə hər ikisi haqqında yanlışdır. Ortaq ola bilməz. Yəni, əgər yazsaydı ki, feili xəbər rolunda çıxış edə bilmir, o zaman doğru fikir götürərdik. Cavab olur 2, 3, 5, B variantı. Sual 20. Mən gedər gəlməzdən qayıda bilsəm, dur çıx yol üstə, gedən gələr də. Nümunədə işlənməyibdir. Şərt şəklində işlənmiş mürəkkəb feil. Mən gedər gəlməzdən qayıda bilsəm, qayıda bilmək mürəkkəb feildir və şərt şəklindədir. İsmi xüsusiyyətini daşıyan feili sifət, gələr, kim, gedən ismi xüsusiyyətini daşıyıb mübtədə olubdur, işlənibdir. Əmr şəklində işlənmiş sadə feil, dur, çıx, işlənibdir. Xəbər şəklində işlənmiş sadə feil, gələr, burada sadə feildir və xəbər şəklindədir. Quruluşca mürəkkəb olan feili bağlama, gedər gəlməz isimdir, feili bağlama deyil. Gedər gəlməzdən qayıda bilsəm, nədən gedər gəlməzdən? Yəni, quruluşca mürəkkəb feili bağlama işləməyib. Cavab oldu E. Daha sonra növbəti sual 21. Akif artırmaya qalxar-qalxmaz soruşdu ki, yazdıqlarını oxuyanda nə başa düşdük? Təsriflənməyən formaların, təsriflənməyən feillərə əsasən doğru fikirləri müəyyən etməliyik. Təsriflənməyən formaların hamısına aid nümunə işlənmişdir. Akif artırmaya. Artırma burada isimdir, məsdər deyil. Qalxar-qalxmaz feili bağlama. Yazdıqlarını feili sifət, oxuyanda feili bağlama. Cümlədə məsdər yoxdur, ona görə təsriflənməyənin hamısına aid nümunə işlənib səhvdir. Bütün təsriflənməyən feillər tərkib əmələ gətiribdir. Nə etdik? Başa düşdük. Nə vaxt, nə zaman başa düşdük? Yazdıqlarını oxuyanda. Nə etdi? Soruşdu. Deməli, kim? Akif. Nə vaxt, nə zaman? Deməli, nə vaxt, nə zaman? Artırmaya qalxar, qalxmaz. Burada artırmaya qalxar, qalxmaz feili bağlama tərkib yaradıbdır. Oxuyanda feili bağlama tərkib yaradıb. Amma yazdıqlarını tərkibin içindədir. Amma özü tərkib yaratmayıbdır. Ona görə bütün təsvirlənməyən feillər tərkib əmələ gətirib fikri yanlışdır. Daha sonra feili sifət cümlə üzvü olaraq tamamlıqdır. Baxaq, feili sifət burada yazdıqlarınıdır, amma tamamlıq deyil. Yazdıqlarını oxuyanda birlikdə tərkibə daxil olduğu üçün cümlə üzvü olaraq tamamlıq deyil. Feili bağlamalardan biri təz məzmunu ifadə edir. Nə vaxt, nə zaman yazdıqlarını oxuyanda soruşdu. Nə vaxt, nə zaman qalxar, qalxmaz. Heç bir təz mənası ifadə etmir. Fərqləndirilən söz tərkib əmələ gətirib. Oxuyanda deməli burada feili bağlamadır. Yazdıqlarını oxuyanda tərkib əmələ gətirib. Və doğru cavab oldu E. Sual 22. Feili sifət feili bağlamanın Eyler-Venn diaqramına əsasən müqayisə edilən doğru fikirləri müəyyən edin. Feili sifət və feili bağlamanı müqayisə edəcəyik. 1. Özündən sonra müxtəlif şəkilçilər qəbul edə bilər. Bəli, feil sifət ismə məxsus müxtəlif şəkilçiləri qəbul edə bilər. Amma feili bağlama yox. Bu yalnız feil sifət haqqında doğru olduğu üçün biri 1-dir. Feili xəbərin ifadə vasitəsi ola bilmir. Həm feil sifət, həm də feili bağlama feili xəbərin ifadə vasitəsi ola bilmir. Bu ortada yazılmalıydı. Yalnız feil sifət haqqında deyil. Müxtəlif qrammatik məna növlərində işlənir. Hər ikisi həm feili bağlama, həm feil sifət, məlum, məchul və s. ola bilir.
Şəkilçiləri leksikdir. Xeyr, heç birinin şəkilçisi leksik deyil. 4 yanlışdır. Bütün nümunələrinə inkar şəkilçisini qoşmaq mümkündür. Feili bağlamanın həm də feil sifətin nümunələrinə inkar şəkilçisi qoşmaq olar. Ortaq fikirdir. Yalnız feili bağlamada olduğu üçün yanlışdır. Qoşulduğu sözdə ən son şəkilçi əsasən ona aiddir. Bəli, feili bağlama əsasən yalnız özünə məxsus şəkilçilər demək olar ki, qəbul edir. Düzdür, qrammatik məna növü şəkilçilərinin inkarı qəbul edir. Amma əsasən özünə məxsus şəkilçiləri ən sonda qəbul edir. Bu da yalnız feili bağlama haqqında doğru olduğu üçün altını da götürmüş oluruq. Cavab olur 1, 3, 6 A variantı. Sual 23-ə baxaq. Neçə söz təsriflənməyən feil kimi düşünülə də bilər, düşünülməyə də bilər. Görməmiş sözü həm feil sifət kimi götürülə bilər, həm də görməmiş, nə etməmiş. Burada mış nəqli keçmiş zaman şəkilçisi ola bilər. Yəni həm təsriflənməyən feil kimi ola bilər, olmaya da bilər. Qanmaz sözü təsriflənən feil kimi ola bilər. Burada qeyri-qəti gələcək zaman şəkilçisi, bir də qanmaz adam sifət kimi ola bilər. Maz burada sifətin şəkilçisi ola bilər, amma təsriflənməyən feil kimi düşünə bilmərik bunu. Qazanda sözü bir var, yemək bişirilən qazan, qazan qazanda. Bir də qaz, anda feili bağlamanın şəkilçisi. Həm təsriflənən feil kimi düşünə də bilərik, düşünməyə də bilərik. Qaçmış adam burada feil sifət kimi ola bilər. Bir də qaçmış, nə etmiş? Qaçmış, nəqli keçmiş zaman kimi ola bilər. Yəni təsriflənən feil ola bilər. Həm təsriflənən, həm təsriflənməyən ola bilər. Keçmiş həm isim ola bilər, həm də feil sifət ola bilər. Eyni zamanda keçmiş, nə etmiş? Nəqli keçmiş zamanda şəkilçisi ola bilər. Yəni təsriflənməyən feil kimi düşünülə də bilər, düşünülməyə də bilər. Burada yəni oldu. Sayını soruşduğu üçün bizdən olacaq 4 dənə. Bir dənə 2-ni götürmür, çünki o təsriflənməyən feil ola bilmir. Növbəti suala baxaq. Sual 24. Klasterin boş xanalarına hansı fikirlər doldura bilər? Feili bağlama şəkilçisi qəbul edən söz cümlənin feili xəbər kimi çıxış etməsidir, ismi xəbər kimi çıxış edir. Xeyr, feili xəbər, ismi xəbər, nə də feili xəbər ola bilmir. Yalnız feili bağlama olur cümlə üzvünə görə. Səbəb və məqsəd zərfliyin ifadə vasitəsi kimi çıxış edə bilir. Məqsəd zərfliyi ola bilmir. Bu yanlışdır. İdi, imiş, isə hissəcikləri ilə işlənmir. Doğru fikirdir. Tamamlığın ifadə vasitəsinin tərkibində işlənə bilər. İfadə vasitəsi tamamlıq ola bilməz. Yəni feili bağlama tamamlığın ifadə vasitəsi ola bilməz. Lakin tamamlığın ifadə etdiyi ifadə vasitəsinin tərkibində işlənə bilər. Bu da doğrudur. Cavab olur 3, 4, yəni E variantı. Sual 25. İdrakla düşünmək arzusu adamları kamilləşdirir. Nə edir? Kamilləşdirir. Kimi adamları? Nə? İdrakla düşünmək arzusu, düşünməyin arzusu. Bu, yerlik haldadır, düşünmək. Tərkib əmələ gətirib müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsi deyil, təsriflənməyən feilinə bağlı səhvi tapmalıyıq. Doğrudur. İdrakla düşünmək arzusu tərkibin içindədir, müstəqil cümlə üzvü deyil. Quruluşca sadədir, tərkibində bir şəkilci var. Düşün sözün kökü məşq qrammatik. Doğrudur. Məlum növdədir, omonim şəkilci ilə işlənmişdir. Maqmək omonim şəkilcidir və məlum növdədir, bu düzdür. Adlıq haldadır, xeyr, adlıq halda yox, yerlik haldadır. Düşünmək arzusu, düşünməyin arzusu. Elə yanlış olan D-dir. Yerlik haldadır, yazılışı və deyişi fərqlənir. Düşünmək arzusu, yazılış deyişi fərqlənir. Yerlik haldadır fikri doğrudur. Yanlış olan cavab oldu D-də. Cavab D-dir. 26. Ovun ətrafında dönə-dönə hücum etməyə vaxt gözləyirdi. Nümunədə işlənməyib. Feili bağlama tərkibi nə edirdi? Gözləyirdi. Nə vaxt, nə zaman? Daha doğrusu nəyi gözləyirdi? Hücum etməyə. Nəyə? Gözləyirdi. Nəyə? Hücum etməyə. Ovun ətrafında dönə-dönə, ovun ətrafında dönərək. Necə cümlə tərzdə? Ovun ətrafında dönə-dönə. Burada düzəltmə, feili bağlama tərkib yaradıb. Bu var. Düzəltmə təsriflənən feil gözləyirdi. Göz, gözlə, gözləyir, gözləyirdi. Burada düzəltmə təsriflənən feil var. Tərkib əmələ gətirməyən məsdər. Hücum etmək tərkib sayılmır, çünki söz birləşməsi deyil, mürəkkəb feildir. Bu düz. Tərz məzmunu feili bağlama. Necə cümlə tərzdə tərz məzmunu bildirən var. Şudi keçmiş zamanda feil yoxdur. Çünki burada ir indiki zamanda isə idinin qısaltmışıdır. Şudi keçmiş zamanda deyil. Cavab E-dir. 27-ci suala baxaq. Verilən fikirlərin doğru və ya yanlış olduğunu müəyyən edin. Məsdər mənsubiyyət çəkicisi ilə işləndikdə tərkib əmələ gətirə bilmir. Bu yanlışdır. Tərkib əmələ gətirə bilər. Feili bağlama cümlədə yer və məqsəd zərfliyi vəzifəsinə çıxış edə bilmir. Doğrudur. Yer və məqsəd olmur.
Fe'li sifət zamana görə dəyişə bilməsə də zaman məzmunu bildirə bilir. Doğru fikirdir. Fe'lin təsriflənməyən formaları cümlədə həm təsriflənən, həm də təsriflənməyən fe'llərə aid ola bilər. Doğrudur. Fe'li sifət cümlədə yalnız mübtədə tamamlıq xəbər rolunda çıxış edir. Fe'li sifət zərflik funksiyasında da eyni zamanda daha çox da təyin funksiyasında çıxış edir və bu fikir də yanlışdır. Yalnız mübtədə tamamlıq xəbər yazdığı üçün yanlışdır. Cavab olur 1-ci və 5-ci yanlış, 2, 3, 4 doğru. Yəni C variantında. Daha sonra növbəti sual 28. Hansı cümlədə təsriflənməyən fe'lin formasının işləndiyini dəqiq demək olmur? Təsriflənməyən fe'lin. Yəni müxtəlif təsriflənməyən fe'l kimi düşünmək olar. Çörəyin artdıqca əskildim haman, yoxsulluq yaxşıdır sail olmaqdan. Artdıqca burada yalnız fe'l bağlama kimi düşünmək olur. Başqa təsriflənməyən forma kimi düşünmək olmur. Doyunca yedi, sonra yolumuza davam etdik. Doyunca burada yalnız fe'l bağlama kimi götürülür. Əsl dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir. Məstər var, bir də fe'l sifət var. Bunları başqa cür düşünmək olmur. Baxanda sənin ona necə güldüyünü gördüm. Güldüyünü fe'l sifət, baxanda fe'li bağlama başqa cür düşünmək olmur. Dərslərini oxumamış uşaqlar qiymət ala bilməz. Dərslərini oxumamış uşaqlar qiymət ala bilməz. Hansı sualına cavab verdikdə burada mış fe'l sifətin şəkilçisi olur. Bir də dərslərini oxumamış uşaqlar qiymət ala bilməz. Yəni dərslərini oxumadan uşaqlar qiymət ala bilməz. Mamışı həm madan şəklində deyə bilirik, həm də hansı sualına cavab verə biliriksə, yəni sual veririksə, deməli burada oxumamış həm fe'l sifət, həm də fe'li bağlama kimi düşünülə bilər cümlə daxilində. Ona görə də burada bunun fe'l sifət və ya fe'li bağlama olduğunu dəqiq demək olmur və cavab olur E variantı. Sual 29-a baxaq. Klaster əsasən doğru cavabı müəyyən edin. Təsriflənən fe'l quruluşca sadədir. Cavablara baxsaq 1C, D yazılıb, yəni C və D-də olan cümlələr əsasında işləməliyik. Mövzuya hazırlaşmayan uşaqları gətirməyin. Gətirməyin kimi uşaqları, hansı uşaqları mövzuya hazırlaşmayan? İşlərini bitirəndən sonra buradan gedəcək. Gedəcək haradan? Buradan. Nə vaxt, nə zaman? İşlərini bitirəndən sonra. İndi isə bura yazaq 1-ə C, 1-ə D, 2-yə tamamlayaq. A-da fe'li bağlama tərkib əmələ gətirib. Cümlələrin heç birində fe'li bağlama yoxdur. Hələ o da qala ki, tərkib yarada. Ümumiyyətlə, fe'li bağlama heç bir cümlədə işlənməyib. Ona görə A yanlış fikirdir. A-nı heç bir variantda götürə bilmərik. B. Təsriflənməyən formanı həm fe'l sifət, həm də fe'li bağlama kimi düşünmək mümkündür. Burada heç birini fe'li bağlama kimi düşünmək olmur. Əndən olduğu üçün fe'l sifət plus dən çıxışlı qarşı şəkilçisi olur. B də yanlışdır. B olan cavabı da götürə bilmirik. C, D cümlələri E-yə baxaq. Fe'l sifət tərkib əmələ gətirib kökü isimli homonimdir. Mövzuya hazırlaşmayan işlərini bitirdikdən sonra hər ikisi tərkib yaradıb, lakin hazır sözün kökü, bir də bitdi sözün kökü. Bitmək, bitirmək burada irleksik şəkilçidir, bit feildir və o isimdən homonimlik yaradır. Lakin hazır sözü sifətli və isimdən homonimliyi yoxdur. Yəni E variantını yalnız ikinci cümləyə yaza bilərik. 1-ə D yazanda 2-yə E yazırıq. Təsriflənməyən formada qrammatik bir leksik şəkilci işlənib. Bit, bitir, irleksik, ən və dən qrammatikdir. Hazırlaşmayan sözündə isə hazır sözün kökü, hazırlamaq, hazırlaşmaq, ma və anqrammatik şəkilçidir. Burada isə 2 qrammatik, 2 leksik şəkilçi işlənib. F-i biz 1-ə götürə bilmərik, 1-ə C yazanda. Daha sonra, yəni 1-ə D yazanda, amma 2-yə F-i götürürük. Çünki burada bitirəndən sözündə bir leksik, 2 qrammatik şəkilçi var. G-yə baxaq. İnkar şəkilçili fe'l sifət birgəlik növdə deyil. Mövzuya hazırlaşmayan uşaqları gətirməyin. Deməli, burada inkar şəkilçili fe'l sifət hazırlaşmayan sözüdür. Hazır sözün kökü hazırlamaq, hazırlaşmaq. Hazırlaşmaq birgəlik növdə olan feildir. Ona görə birgəlik növdə deyildir. Bu fikirdə yanlışdır. Doğru cavab olur 1-ə D, 2-yə Y, F, yəni B variantında. Sual 30. Tərkibində fe'li bağlama olan sadə cümlələr üçün hansı fikir istənilən halda ortaq cəhətdir? Cümlədə ən azı 2 fe'l var. Ola bilər ki, cümlənin xəbəri fe'l deyil və dəqiq deyə bilmərik bunun ən az 2 fe'l olduğunu. Fe'li bağlama quruluşca sadə ya düzəltmədir, mürəkkəb də ola bilər. Fe'li bağlama məqsəd zərfliyi rolunda çıxış etməyib, doğrudur. Çünki fe'li bağlama yer zərfliyi və məqsəd zərfliyi ola bilmir. Şəkil əlaməti qəbul etməyən yalnız bir fe'l var.
Bu fikir doğru deyil. Şəkil əlaməti qəbul etməyən əmr şəkli və ya xəbər şəklidir ki, özünə məxsus şəkilçisi yoxdur. Bunlar ola da bilər, olmaya da bilər. Zərf və zərfin xüsusiyyətini daşıyan sözlər var. Zərfin xüsusiyyətini daşıyan söz fe'li bağlamadır. Yəni, fe'li bağlama varsa, zərfin xüsusiyyətini daşıyan söz var. Amma sözlər yazıb burada. Fe'li bağlama olduğu üçün biz deyə bilmərik ki, orada digər fe'li bağlama əminliklə işlənib ya da işlənməyib. İşlənə də bilər, işlənməyə də bilər. Doğru cavab oldu C variantı. Sual 31. Cədvəldəki uyğunluğu müəyyən edin. Qurulanan boşqablar masanın üzünə yığıldı. Məchul növ. Quru, qurula, qurulan, qurulanan. Qurulanan boşqablar burada məchul növdədir. Doğrudur, lakin yanlış yazdığı üçün götürmürük. Geyindiyim paltarları ver yusunlar. Geyinmək qayıdış növdədir. Burada yanlış yazıldığı üçün olmur. Birdən sancılanan Qədir xəstəxanaya getdi. Sanc, sancılanan, sanc, sancı, sancılamaq olmur. Sancılan, sancılanan. Sancılanan sözü məlum növdədir. Çünki sancılamaq sözü olmur. Burada qayıdış yazdığı üçün yanlışdır. D-də alovlanan tayanı söndürə bilmirdilər. Alov, alovlan, alovlanan. Burada feil məlum növdədir. Doğru yazıldığı üçün cavab D-dir. Qocalmış babasına yeni hədiyyə almışdı. Qoca sözün kökü l və l leksik mış qrammatikdir. Bu məlum növdədir. Qayıdış yazdığı üçün bu da yanlışdır. Daha sonra növbəti sual. Sual 32. Nümunənin təhlili əsasında uyğun fikirləri müəyyən edin. O qaçaraq bizim yanımıza gəldi və yadına düşənləri danışmağa başladı. Bu cümlədə o-dan sonra vergül gəldiyi üçün əminliklə deyə bilirik ki, buradakı qaçaraq zərfdir, fe'li bağlama deyil. Çünki fe'li bağlama olsa ondan sonra vergül ola bilməz. Qaçaraq vurğu və sonunda olur burada. İndi doğru və yanlış cədvəldən doğrudan doğrunu, yanlışdan yanlışı seçməliyik. Cümlədə məstər tərkibi var. Nə etdi? Danışmağa başladı. Nəyi? Yadına düşənləri. Nə etdi? Gəldi. Haraya gəldi? Deməli, bizim yanımıza. Kim o? Cümləni təhlil etdik. İndi isə baxaq. Cümlədə məstər tərkibi var. Cümlədə məstər tərkibi yoxdur. Danışmağa başladı. Məstər tərkibi sayılmır. Bu yanlışdır. Cümlədəki ilk vergülü silsək, fe'lin bütün təsvirləməyən növlərinin hər birinə aid bir söz cümlədə tapmaq olar. Əgər burada vergülü silsək, qaçaraq olacaq fe'li bağlama. Cümlədə də düşənləri fe'li sifət, danışmağa da məstər var. Və ilk vergülü silməklə hər üç növünə aid nümunə olar. Ona görə 2 doğrudur. 3-ə baxaq, cümlədə tərkib yaradan təsvirlənməyən fe'l yoxdur. Burada yadına düşənləri tərkib sayılmır, çünki yadına düşmək frazoloji birləşmədir və o da tərkib götürülmür. Bu doğru fikirdir. Yanlışdan doğru olduğu üçün götürülmür. Cümlədəki sözlərdən biri fe'li bağlama ilə homonimlik xüsusiyyətinə malikdir. Qaçaraq sözündə sözün kökü qaç, araq leksik şəkilçidir və başlanğıc forması qaçaraqdır. Lakin fe'li bağlama olanda burada sözün kökü qaç, araq qrammatik şəkilçi olur. Yəni fe'li bağlama ilə zərf homonimlik yaratmır. Həm vurğu fərqi var, eyni zamanda başlanğıc formalarda fərqli olduğu üçün homonim hesab edilmir. Ona görə bu fikir yanlışdır. Doğrudan doğru 2, yanlışdan yanlış 4, doğru cavab olur E variantı. Daha sonra sual 33. Cümlədəki uyğunluğu müəyyən edin. Məstər cümlədə xəbərdirsə, deməli mütləq xəbəri şəkilçisi qəbul edib. Fikir yanlışdır. Ola bilər ki, cümlədə xəbər olar, lakin xəbəri şəkilçisi ixtisar oluna bilər. Fe'li bağlama mübtədənin tərkibində ola bilər. Doğru fikirdir. Fe'li bağlama mübtədə olmur, lakin mübtədənin tərkibində işlənə bilər. Məstər sintaktik vəzifəsinə uyğun olaraq bütün cümlə üzvləri rolunda çıxış edə bilər. Yanlışdır. Məstərin təyin olması onun sintaktik vəzifəsi deyil. Əgər təsriflənməyən fe'l xəbər rolundadırsa, deməli mütləq tərkib yaradıb. Yanlışdır. Məsələn, məqsədim oxumaqdır. Nədir oxumaqdır? Nə məqsədim? Burada fe'l deməli xəbər rolundadır. Təsriflənməyən fe'l xəbər rolundadır. Oxumaqdır xəbərdir, lakin tərkib yaratmayıbdır. Bu fikir yanlışdır. Burada da yanlış yazıldığı üçün elə uyğun fikir D variantındadır. E-də məstər cümlə daxilində də, ayrılıqda da yalnız nə sualına cavab verir fikri yanlışdır. Çünki məstər cümlə daxilində, ayrılıqda yalnız nə sualına cavab verir. Məsələn, ola bilər ki, ismə məxsus mənsubiyyəti yaxud da hal şəkilçisini qəbul edər. Bu zaman nə yox? İsmin hal şəkilçisinə uyğun olaraq digər suallara cavab verə bilər. Məsələn, oxumağa həvəsim yoxdur. Nəyə oxumağa? Burada nə yox, nəyə sualına cavab verir.
Ona görə də bu yanlışdır. Burada isə doğru olduğu üçün uyğunsuzluqdur. C-də də fikir yanlış, burada doğru olduğu üçün uyğunsuzluqdur. B-də fikir doğru, burada yanlış olduğu üçün uyğunsuzluq. A-da da fikir yanlış, burada isə doğru olduğu üçün bu da uyğunsuzluq. Növbəti sual 34-də baxaq. Klasteri tamamlayın. Təsriflənməyən feillərdən biri düzəltmədir. İki cümlə verilibdir. A-da və B-də itin eşələndiyi yerdə bir neçə insan olduğunu görüb kövrəlmişdim. Yatızdırdığı uşağı oyatmamaq üçün digər uşaqları otaqdan çıxartdı. 1-ə A, 1-ə B, 2-yə olan fikirləri tapmalıyıq. Cümlədəki iki təsriflənməyən feil məlum növdədir. Eşələndiyi sözü təsriflənməyən feildir ilk, bir də yatızdırdığı təsriflənməyən feildir. Yat sözün kökü ızdır leksik, dığı qrammatik şəkilçidir və yatızdırdığı məlum növdədir. Eşələndiyi sözü isə eş, eşələ, eşələn, eşələndiyi. Eşələndiyi isə qayıdış növdədir. İtin özü eşələnir, iş özü üzərində görülür. Ona görə bu qayıdış növdədir. Belə ki, deməli, cümlədəki iki təsriflənməyən feil məlum növdədir fikri yalnız B haqqındadır. A-ya biz C-ni yaza bilmərik. C-ni yazırıq, 1-ə B olanda 2-yə C olacaqdır. Sonra cümlədəki iki təsriflənməyən, C-ni oxuduq. Təsriflənən feil icbar növdədir. Təsriflənən feil kövrəlmişdim, bir də çıxartdı. Kövrəlmişdim sözü sadə sözdür, məlum növdədir. Çıxartdı sözündə də yatızdırdığı uşağı oyatmamaq üçün digər uşaqları otaqdan çıxartdı. Özü çıxardır, kimsə tərəfindən çıxardılmır. İcbar növdə deyil, o da məlumdadır. Hər ikisi məlum növdə olduğu üçün və burada da təsriflənən feilin icbar növdədir yazdığı üçün bu fikir ümumiyyətlə səhv fikirdir. Ona görə biz D-ni heç birinə götürə bilmərik. Daha sonra E-yə baxaq. Quruluqca mürəkkəb olan təsriflənməyən feil var. Eşələndiyi olduğunu, burada 2 dənə təsriflənməyən feil var. Heç biri quruluqca mürəkkəb deyil. B-də isə yatızdırdığı, oyatmamaq 2 dənə təsriflənməyən feil var. Bunlar da heç biri quruluqca mürəkkəb deyil. Ona görə bu fikirdə heç birinə aid edilə bilməz. F-ə baxaq, quruluqca düzəltmə olan feillər quruluqca sadə feillərdən sayca çoxdur. Eşələndiyi, birinci cümlədə bir dənə düzəltmə, 2 dənə sadə var, hətta 3 dənə olduğunu görüb kövrəlmişdi. 3 sadə bir düzəltmə var. B-də isə yatızdırdığı və çıxartdı. 2 düzəltmə, oyatmamaq, bir dənə sadə var. Burada düzəltmə söz sadə feildən çox olduğu üçün F-i götürəcəyik ikinci cümlə haqqında, yəni B-yə. Ona görə də doğru cavab olacaq 1-ə B, 2-yə C, F, yəni C variantında. Növbəti sual 35. Müəllim şagirdlərə tapşırır ki, elə sözlər yazsınlar ki, həm məzdər, həm də digər nitq səsi kimi düşünülə bilsin. Çaxmağı, ildırımın çaxmağı, burada məzdər kimi götürülə bilər. Bir də çaxmaq, alışqan mənasında isim olar. Həm təsriflənməyən feil, həm də digər nitq səsi kimi götürmək olar. Yeməyi sözü həm yemək isim kimi, həm də uşağın yeməyi, yemək yeməyi məzdər kimi, maqmək məzdər kimi götürmək olur. Sürməyi, maşın sürmək, maşın sürməyi bir məzdər kimi, bir də sifət kimi götürmək olur. İki cür düşünmək olur. Görməyi yalnız təsriflənməyən feil kimi götürmək olur. Onu başqa nitq səsi kimi götürmək olmur. Yalnız feil olur, təsriflənməyən feil olur. Qazmağı sözü biri var qazmaq. Qazmaq nə? Qazmaq isim kimi. Bir də maşının yeri qazmağı, yaxud da bellə yerin qazılması, qazmaq mənasında. Burada da məzdər kimi götürülə bilir. Dadmağı isə yalnız məzdər götürülür. Dadmaq, dadmağı. Ona görə digər nitq səsi kimi olmadığı üçün 6 götürülmür. Və cavab olur 1, 2, 3, 5, yəni B variantında. Növbəti sual 36. Əgər cümlədə fərqləndirilən şəkilçini madan şəkilçisi ilə əvəzləsək nə dəyişər? Kitabı oxuyanda bir çox suallara cavab tapa bilərsən. Burada anda əndə şəkilçisi fərqləndirilən şəkilçidir. Təsriflənməyən feil tərkib yaradar. Cavab tapa bilərsən nə vaxt, nə zaman kitabı oxuyanda, nə vaxt, nə zaman kitabı oxumadan bir çox suallara cavab tapa bilərsən. Burada hər iki məqamda yenə də tərkib yaratmış olacaq. Ona görə dəyişməyəcəkdir bu. Təsriflənməyən feil quruluqca sadə olar. Oxuyanda sözü də sadədir, oxumadan da yenə sadə olacaq. Bu da dəyişən məqam deyil. Təsriflənməyən feildəki dəyişiklik cümlənin məzmununa təsir etməz. Cümlənin məzmununa təsir edər. Kitabı oxuyanda bir çox suallara cavab tapa bilərsən.
nə vaxt, nə zaman, kitabı oxumadan bir çox suallara cavab tapa bilməzsən, kitabı oxumasan şərt məzmunu yaradar cümlədə. Məzmununa təsir etməz, yox, edər. Bu da səhvdir. Təsriflənməyən feilin vurğusu dəyişər. Madan şəkilçisi vurğu qəbul etmədiyi üçün madanı artırsaq, oxumadan vurğu olacaq ikinci hecada. Lakin oxuyanda vurğu, oxuyanda sözündə isə vurğu sonda olur. Yəni, burada madan şəkilçisini artırsaq, vurğunun yeri dəyişər. Dəyişən funksiya budur. Ona görə doğru cavab elə olur. D-də cümlədə bir sadə, bir mürəkkəb feil olar. Deməli, tapa bilərsən mürəkkəbdir. Oxuyanda sözü də, oxumadan sözü də sadədir. Orada onsuz da sadə sözdür. Yəni, orada madan şəkilçisini qoşmaqla söz sadəyə çevrilmir. Oxuyanda özü də sadə olduğu üçün bu fikir yanlışdır. Yəni, dəyişən bir funksiya olmayacaqdır. Dəyişən olacaq D variantında. Yəni, təsriflənməyən feilin vurğusu dəyişəcək. Sual 37. Hansı cümlədə gələcək zaman məzmunlu feil işlənmişdir? Deməli, birincidə insan yaşadığı torpağına, ayaq basdığı vətəni sevməlidir. Malı məli vacib şəklinin şəkilçisidir. Sevməlidir, nə etməlidir? Feilin şəkillərindən gələcək zaman məzmunu bildirən elə biri də lazım, vacib, bir də əmr şəklinin, yəni əmr şəkildir ki, məzmunda gələcək zaman anlayışı var. Burada gələcək zaman anlayışı olduğu üçün, məzmun olduğu üçün biri götürürük. Göndəriləsi məktublar, hansı məktublar? A səhəsi feil sifətin şəkilçisidir. Bu da gələcək zaman məzmun daşıyır. Bax, bunlar onun satdığı güllərdir. Dıq plus mənsubiyyət keçmiş zaman məzmun daşıyır, gələcək zaman məzmun daşımır. Gələcək günlərin indidən həsrətini çəkir. Gələcək, acaq-əcək feil sifətin şəkilçisidir. Bu da gələcək zaman məzmun daşıyır. Hamı bu qədər pulu oğurlayanın kim olduğunu düşünür. Olduğunu, keçmiş zaman məzmunu, oğurlayan, indiki zaman məzmun daşıyır. Gələcək zaman məzmun daşıyan feili sifət və ya feilin şəklində təsriflənən feillərdən heç biri yoxdur. Ona görə cavab olur 1, 2, 4, yəni B variantında. Sual 38. Müqayisə edərək ortaq və fərqli cəhətləri müəyyən edin. Ağlağan uşaqlardan birini sevindirmək üçün müxtəlif hədiyyələr gətizdirilmişdi. Sancılandığını görəndə istədi ki, oğluna zəng edib evə çağırsın. Ortaq və fərqli cəhətlərə baxırıq. Bir də cümlədəki feillərdən yalnız ikisi quruluca düzəltmədir. Ağlağan sözündə, ağla sözün kökü ğan leksik şəkilçidir. Sevindirmək, sevin sözün kökü dir leksik şəkilçi. Müxtəlif hədiyyələr gətizdir sözün kökü il leksik. Burada 3 düzəltmə söz var. Sancılandığını düzəltmə sözdür. Oğluna zəng edib çağırsın. İstədi sadədir, görəndə sadədir. Zəng etmək mürəkkəbdir. Çağırmaq sadədir. Burada cümlədəki feillərdən yalnız ikisi qurulucu düzəltmədir fikri. Bunların nə ortaq, nə də fərqli xüsusiyyətləri deyil. Yəni, ortaq olaraq da ümumiyyətlə götürə bilmərik biri. 2-də fərqləndirilən sözlərdə 2 leksik şəkilçi var. Sancılandığını sözündə sözün kökü sancı, sanc, sancı, sancılan, sancılandığını, sancılandığı, sancılandığını. Burada 2 leksik şəkilçi var. Sevindirmək sözündə isə sevin sözün kökü dir leksik, bir leksik şəkilçi var. Yəni, bu da bunların fərqli xüsusiyyətləridir, ortaq xüsusiyyəti deyil. 3-ə baxaq, cümlə düzəltmə feillə başlayır. Ağlağan sifətdir, düzəltmə sifətlə başlayır. Sancılandığı isə düzəltmə feildir. Biri haqqında doğru, biri haqqında yanlış olduğu üçün fərqli xüsusiyyətdir, 3-ü götürürük. Cümlədə sözün quruluqca hər üç növünə aid təsriflənməyən feil var. Sancılandığını düzəltmək, görəndə sadə, zəng edib mürəkkəb. B haqqında bu doğrudur. A-da isə ağlağan sifətdir, sevindirmək məstərdir, düzəltmə məstər var. Başqa feili sifət yoxdur cümlədə, eyni zamanda feili bağlama da yoxdur. Ona görə də bu da fərqli xüsusiyyətdir. Cavab olur 3-4, yəni D variantında. Növbəti sual 39. Boş xanalardan yalnız birinə yazılacaq cümləni müəyyən edin. Tərkibində feili sifət tərkibi var, tərkibində feili bağlama tərkibi var. İkisindən birinə yazılmalıdır. Kəndin ilk ağsaqqallarından olan Sabir kişi xanın yanına gedəndə xalqın bütün problemlərindən danışardı. Danışardı kim? Sabir kişi. Hansı Sabir kişi? Kəndin ilk ağsaqqallarından olan. Burada feil sifət tərkibi var. A-nı bura yaza bilirik. Nə vaxt, nə zaman danışardı? Xanın yanına gedəndə. Burada da feili bağlama tərkibi var. A-nı burada yaza bilərik. Hər iki xanaya yaza bildiyimiz üçün A-nı götürmürük. Yalnız birinə yazılan xan olmalıydı. Qanı qaralan Vasif deyinə-deyinə sürünü qabağına qatdı. Kim? Vasif. Hansı Vasif? Qanı qaralan. Necə cümlə tərzdə deyinə-deyinə. Burada feili bağlama tərkibi yoxdur. Çünki deyinə-deyinə
mürəkkəb söz olduğu üçün, söz birləşməsi olmadığı üçün tərkib sayılmır. Qanı qaralan da frazoloji birləşmə olduğu üçün bu da tərkib sayılmır. Yəni burada nə fe'li sifət, nə də fe'li bağlama tərkibi yoxdur. Bunu heç bir xanaya yaza bilmirik. C-də bizim elin adətlərini bilən hər kəs çalışır ki, bu adətləri yaşadaraq yaşasın. Nə üçün yaşasın? Kim nə edir? Deməli, bu adətləri yaşadaraq yaşasın. Nə edir? Çalışır. Kim? Hər kəs. Hansı? Yəni, hər kəs çalışır. Hansı? Bizim elin adətlərini bilən. Burada fe'l sifət tərkibi var. C-ni yaza bilərik bura. Yaşasın. Necə cümlə tərzdə? Adətlərini yaşadaraq. Fe'li bağlama tərkibi də var. C-ni hər iki xanaya yaza bilərik. Ona görə C-də olmur. D. İşdən yeni qayıdan Səlim fikrə düşüb yolda gördüyü hadisəni fikirləşdi. Nə etdi? Fikirləşdi. Nəyi? Hadisəni. Hansı hadisəni? Fikrə düşüb yolda gördüyü. Deməli, fikrə düşüb yolda gördüyü hadisəni. Burada fe'l sifət tərkibi var. Kim? Səlim. Hansı Səlim? İşdən geri qayıdan Səlim. Burada fe'l sifət tərkibi var, lakin fe'li bağlama tərkibi yoxdur. Ona görə də D-ni yalnız yazırıq bir xanaya, yəni fe'l sifət tərkibi olana digər xanaya yaza bilmədiyimiz üçün elə doğru cavab olur D-də. E-yə baxaq. Evdən çıxarkən o məktəbdə oxuyan oğlanı gördü. Nə etdi? Gördü. Kimi? Oğlanı. Hansı oğlanı? Məktəbdə, o məktəbdə oxuyan, nə vaxt, nə zaman? Evdən çıxarkən. Burada da həm fe'li bağlama, həm də məsdər tərkibi, həm də fe'l sifət tərkibi olduğu üçün hər iki xanaya yaza bildiyimiz üçün E-ni də götürə bilmirik. Bir də onu burada mübtədə götürə bilmirik, çünki özündən sonra vergül yoxdur və fe'l sifət, fe'li bağlama, məsdər tərkibində bəndə müstəqil təyin götürülmür. Ona görə burada o-ya mübtədə demədik. Daha sonra keçək növbəti 40-cı suala. Təsriflənməyən fe'l quruluqça düzəltmədir. Bu nə təhər? Darıxmaqdır. Darıxmaq təsriflənməyən fe'ldir, yəni məsdərdir. Dardan darıq yaranır və bu düzəltmədir. Ona görə bir doğrudur. Sən burada olunca hər şey yolunda olur. Sən burada olunca, var olunca mənasındadır və olunca burada fe'li bağlamadır. Burada da quruluqça düzəltmə deyil. 2-ni götürmürük. Keçək digərinə, digər xanaya. Təsriflənməyən fe'l quruluqça mürəkkəbdir. Mənə kömək edən birlikdə mürəkkəb fe'l götürülür. Quruluqça deməli mürəkkəbdir və fe'li sifət. Kömək edən fe'li sifət. Ona görə də təsriflənməyən fe'l quruluqça mürəkkəb olduğu üçün 3-ü götürürük. Soyuqdan burnunun ucu göynəyən uşaq isinməyə çalışır. Çalışır kim uşaq? Hansı uşaq? Burnu ucu göynəyən, soyuqdan burnun ucu göynəyən. Burada da təsriflənməyən fe'l quruluqça mürəkkəb deyil. Çünki burun ucu göynəyən fe'li deməli frazoloji birləşmədir və frazoloji birləşmə də quruluqça mürəkkəb götürülmür. Ona görə 4-ü də götürmürük. Cavab olur 1, 3, yəni D variantı. Daha sonra keçək növbəti 41-ci sualın izahına. Sual 41. Müqayisə cədvəlindəki uyğunluğu tapın. Təsriflənən fe'l, təsriflənməyən fe'l. İstənilən halda xəbər rolunda çıxış edə bilir. Bəli, təsriflənən fe'llər elə əsasən cümlədə xəbər rolunda olur və istənilən halda da xəbər rolunda çıxış edə bilir. Bu doğru fikirdir. Amma təsriflənməyən fe'llər haqqında götürə bilmərik. Çünki təsriflənməyən fe'llərdən, yəni fe'li bağlama ümumiyyətlə cümlə üzvü olaraq xəbər ola bilmir. Yalnız təsriflənən fe'l haqqında doğru olduğu üçün 1-i götürürük. Təsdiq və inkarda olur, qrammatik məna növlərinin şəkilçisini qəbul edir. Bu hər ikisi haqqındadır. Həm təsriflənən, həm təsriflənməyən. Yalnız təsriflənən haqqında götürə bilmərik. 3-də heç bir halda xəbəri şəkilçisi qəbul etmir. Yanlışdır. Məsdər fe'l sifət xəbəri şəkilçisi qəbul edərək hətta cümlədə xəbər ola bilir. Bu yanlışdır. Başqa nitq hissəsinin xüsusiyyətini daşıyarkən hərəkət bildirmə cəhətini itirmir. Bəli, fe'li sifət, fe'li bağlama məsdər. Fe'li sifət məsələn sifətin xüsusiyyətini daşıyır. Bəzən də isimləşib ismin xüsusiyyətini daşıyır. Məsdər ismin fe'li xüsusiyyətini, fe'li bağlama zərf və fe'lin xüsusiyyətini daşıyır, lakin hərəkət bildirmə anlayışını da itirmir. Bu da doğru fikirdir. Daha sonra 5 müxtəlif cümlə üzvü rolunda çıxış edir. Bu təsriflənməyən fe'llə təsriflənən fe'lin ortağı götürülə bilməz. Çünki təsriflənməyən fe'llərdən məsələn götürə bilərik fe'li bağlamanı. Fe'li bağlama müxtəlif cümlə üzvü rolunda çıxış etmir. Yalnız fe'li bağlama zərflik ola bilir, başqa cümlə üzvü ola bilmir. Təbii ki, müstəqil şəkildə. Ona görə də bu ortaq fikir götürülə bilməz. Və doğru cavabımız olur 1 ilə 4, yəni B variantında. Daha sonra sual 42-yə baxaq. Qurudulmuş meyvələri
meyvələr satan satıcı ilə rastlaşmışdım. Bir də ağrıdan ağlayan uşağı anası sakitləşib yatızdırdı. Birincidə elə bir fikir tapmalıyıq ki, hər ikisi haqqında ortaq olsun. İkincidə isə yalnız birinci cümlə haqqında fikri tapmalıyıq. Birə baxaq. Nümunənin ilk sözü düzəltmə feildir. Qurudulmuş, qurut, qurumaq, qurutmaq, qurudul, qurudulmuş. Bu düzəltmə feildir, özü feil sifətdir. Ağrıdan ağlayan uşağı anası sakitləşdirib yatızdırdı. Nümunənin ilk sözü bu birinci cümlə haqqında doğru olsa da, yəni qurudulmuş sözü düzəltmə olsa da, amma ağrıdan sözü sadədir. Ona görə bunlar haqqında ortaq götürülə bilməz. A variantını götürmürük. Keçək B-yə. Həm təsriflənən, həm də təsriflənməyən feil var. Qurudulmuş təsriflənməyən, rastlaşmışdım təsriflənən feildir. Ağlayan təsriflənməyən, yatızdırdı təsriflənən feildir. Bu hər ikisi haqqında ortaq götürülə bilər. 2-yə baxaq. Cümlədə feili bağlama işlənibdir. Birinci cümlə haqqında baxırıq ikinci fikrə. Burada da qurudulmuş meyvələr satan satıcı ilə rastlaşmışdım. Feili bağlama yoxdur. Ona görə ikinci fikir yanlış olduğu üçün B-ni də götürmürük. C-də feillərdən ikisinin tərkibində 2 leksik şəkilçi var. Qurudulmuş sözündə 2 leksik şəkilçi var. Feillərdən ikisinin tərkibində. Rastlaşmışdım sözündə rast sözün kökü rastlaşmışdım. Burada isə bir leksik şəkilçi var. Yəni biz biri ortaq olaraq götürə bilmərik. Ən azından birinci cümlədə tərkibində 2 leksik şəkilçi olan söz yoxdur. C-ni götürmürük. D. Cümlənin son sözü tərkibində bir leksik şəkilçi olan düzəltmə feildir. Rastlaşmışdım sözündə bir leksik şəkilçi var. Digər sözə baxaq. Yatızdırmaq sözündə yat sözün kökü ızdır birlikdə leksik şəkilçi gedir. Bir şəkilçidir. Və burada da bir leksik şəkilçi olduğu üçün bu hər ikisi haqqında ortaq fikirdir. Biri götürə bilərik. 2-yə baxaq. Kökü sifətlə omonim olan düzəltmə feil işlənibdir. Kökü sifətlə omonim olan düzəltmə feil. Burada qurudulmuş, satıcı və rastlaşmaq düzəltmə feillərdir. Satıcı sözündə sat sözün köküdür, feildir, lakin sifətlə omonimliyi yoxdur. Rastlaşmaq sözündə də rast sözünün sifətlə omonimliyi yoxdur. Qurudulmuş sözündə sözün kökü quru feilidir, qurumaq feilidir. Çünki burada dır şəkilçisi var, ıtdır şəkilçisi. Və bu da feilə qoşulduğu üçün buradakı quru feildir və bu feildə quru sifəti ilə omonimlik yarada bilir. Ona görə bu fikirdə, yəni ikinci də yalnız birinci cümlə haqqında doğru olduğu üçün cavab olur D variantı. E-yə baxaq. Cümlədə həm feil, həm də kökü feil olan başqa nitq hissəsindən nümunə var. Kökü feil, həm də kökü feil olan. Cümlədə həm feil. Məsələn, satıcı sözü özü də feildir, kökü də feildir. Kökü başqa nitq hissəsinə aid nümunə deyir. Ona görə bunu götürmürük. Qurudulmuş sözündə sözün kökü də feildir, özü də feildir. Satan sözündə sözün kökü də elə belə deyək, yalnız sat an qrammatik şəkilçi olduğu üçün orada elə feildir. Rastlaşmışdım sözündə sözün kökü feil deyil. Cümlədəki deməli feil, cümlədə həm feil, həm də kökü feil olan başqa nitq hissəsinə nümunə var deyir. Deməli, elə burada birinci cümlədə baxsaq, meyvə eyni zamanda başqa bir də meyvə isimli. Yerdə qalan qurudulmuş satan satıcı rastlaşmışdım sözləri feildir. Meyvələr isimdir. Bunda kökü feil deyil. Bizdən istəyirdik ki, cümlədə həm feil olsun, həm də kökü feil olan başqa nitq hissəsinə aid nümunə olsun. Birinci fikir heç birinci cümlə haqqında ortaq olmadığı üçün bunu da götürə bilmərik və doğru cavab oldu D variantı. Növbəti sual 43-ə baxaq. Hansı cümlədə təsriflənməyən feili olub olmadığını dəqiq demək olmur. Onun inanılmaz gücü var. Var nə? Onun gücü. İnanılmaz burada hansı feili sifət şəkilçisi, daha doğrusu sifət düzəldən şəkilçidir. Burada ümumiyyətlə əminliklə deyə bilirik ki, təsriflənməyən feil yoxdur. Rəiyyətə əl tutanlardan biri Əli dayıdır. Burada anən şəkilçisi var. Əminliklə demək olur ki, burada feili sifət var. Bəşəri məhəbbətdən kənarda vətən sevgisi yoxdur. Burada isə feili sifət, feili bağlama məzdəri yoxdur. Yəni təsriflənməyən feili əminliklə deyirik ki, yoxdur. Burada çox yemək də olmaz yəqin. Buradakı yemək sözünü həm yemək isim kimi düşünmək olar. Burada çox yemək də olmaz. Yəni bişirilən yemək bu mənada. Bir də burada çox yemək olmaz. Yəni yemək məzdər kimi də düşünülə bilər. Maq məzdərin şəkilçisi, bir də isim kimi götürülə bilər. Ona görə elə cavab olur D. Burada iki cür düşünə bildiyim üçün cümlədə təsriflənməyən feil olub olmadığı dəqiq demək olmur. E-də isə çox səbir lazımdır ki, səbirli olmağı öyrənəsən. Burada maq-mək məzdər şəkilçisi olduğu üçün əminliklə deyirik ki, cümlədə təsriflənməyən feil var. Doğru cavab oldu D variantı.
Daha sonra növbəti sual, baxaq sual 44-ə. Cədvəldən bütün uyğun cümlələri müəyyən edin. Nümunədə feili bağlama olsa da, feili sifət yoxdur. Baxaq, bir-birindən tutub gedir nəsillər, günün yaxşı, yamanını görən yox. Burada görən feil sifətdir. Feil sifət yoxdur dediyi üçün biri götürə bilmirik, çünki burada feil sifət var. Aldanıb atılmış bir gözəl kimi necə için-için hıçqırır külək. Burada da atılmış feil sifət var. Feil sifət olmadığı deyir, lakin feil sifət olduğu üçün 2 də götürülmür. Üçüncüdə isə məstər yoxdur deyir. Soyuq olan yerdə saralmaq günahmıdır? Saralmaq məstərdir, 3-ü götürmürük, çünki məstər var. Havanı çalıb qurtardıqdan sonra başını sazın üstünə qoyub hönkürdü. Burada məstər yoxdur. Feil sifət isə dık plus danışa keçsi. Yəni feil sifət olduğu üçün 4 doğrudur. Cavab olur C variantı. 45. Yalnız bir sual işarəsinin yerinə yazıla bilər. Yetişmiş meyvələr aldıqda sabaha qədər oxuyanacam bizi görəndən sonra. Feil sifət tərkibi yaratmayıb və məcazi mənalıdır. Feil sifət tərkib yaratmayıb. Yetişmiş meyvələr aldıqda burada feil sifət tərkib yaratmayıb, düzdür, amma məcazi mənada deyil, həqiqi mənadadır. Həqiqətən də yetişmiş meyvə ala bilərik. Ona görə bu fikir birinci haqqında yanlışdır. Eləcə də burada 1, 2, 3 birləşmə verilibdir. İkinci sual işarəsinin yerinə biz ikinci və üçüncü haqqında ortaq olanı götürməliyik. Birincidə feil sifət tərkib yaratmayıb, lakin məcazi mənadadır. İkincidə isə 2 və 3-də isə tərkib yaradıb. Ona görə heç bir haqqında doğru deyil. B-də zaman qoşması feili bağlamaya deyil, keçmiş zaman məzmunlu feil sifətə qoşulmuşdur. Zaman qoşması sonra qoşmasıdır ki, o da düzdür, feil sifətə qoşulubdur, lakin keçmiş zaman məzmunlu yox, indiki zaman məzmunlu feil sifətə qoşulubdur. Ona görə bu fikir də yanlışdır. yanlışdır. Özür istəyirəm. Tərkibində feil sifət tərkibi olan feili bağlama tərkibidir. Deməli, yetişmiş meyvələr aldıqda feili bağlama tərkibidir, lakin onun tərkibində yetişmiş feili sifət tərkib yaratmayıbdır. Sadəcə feil sifətdir, tərkib deyil. Ona görə bu da yanlışdır. Eləcə də digərləri feil sifət tərkibidir. Feili bağlama tərkibi olmadığı üçün digər 2 və 3-cü cümlə haqqında da doğru deyil. Məsafə bildirən qoşma feili sifətə qoşulmuşdur. Məsafə bildirən qoşma sabaha qədər oxuyanacan, burada qədər və can, oxuyanacan, burada feil sifətə qoşulubdur. Lakin 2 və 3-cü cümlə haqqında ortaq olanı götürməliydik ikinci sual işarəsinin yerinə. Birinə aiddir, yəni ikinci, üçüncüdə isə məsafə bildirən qoşma olmadığı üçün bu ortaq götürülə bilməz. Eləcə də birincidə də məsafə bildirən qoşma yoxdur. Bu da yanlışdır. Yəni heç bir sual işarəsinin yerinə yazılmaz. Feil sifət tərkib yaratmayıbdır. Yetişmiş meyvələr aldıqda burada tərkib yaratmayıb. Biz Y variantını birinci sual işarəsinin yerinə yaza bilərik. Lakin 2 və 3-də isə tərkib yaratdığı üçün digər sual işarəsinin yerinə eyni yaza bilmərik. Yalnız bir sual işarəsinin yerinə yaza biləcəyimiz cavab ona görə olur E variantında. Növbəti sual 46. Cədvəldən uyğun sözləri müəyyən edin. Yalnız feili bağlama kimi çıxış edir. Digərində isə həm zərf, həm də feili bağlama kimi çıxış edir. Qoşa-qoşa həm feili bağlama, həm də zərf ola bilir. Lakin bizdən yalnız feili bağlama kimi çıxış edən soruşduğu üçün biri götürmürük. Görə yalnız feili bağlama olduğu üçün 2-ni götürürük. Asta-asta isə yalnız zərf olur, feili bağlama olmur. Ona görə 3-ü də götürmürük. 4-ə baxaq, dönə-dönə həm zərf, həm feili bağlama olur. 4-ü götürülür. Tikə-tikə həm zərf, həm feili bağlama olur. 5-i götürürük. Qaça-qaça isə yalnız feili bağlama olduğu üçün götürülmür. Cavab olur 2, 4, 5, yəni A variantında. Daha sonra hansı variantda feilin təsriflənməyən formalarından yalnız ikisi iştirak edir? Atılan topların alov əli ilə cəbhəyə yazmışdı öz adını. Atılan, burada yalnız feil sifət var, başqa məstər və ya feili bağlama yoxdur. Çıxıb getmək istəmir, amma mən onu göndərəcəyəm. Çıxıb getmək, burada sadəcə məstər var. Feili sifət və ya feili bağlama yoxdur. Burada çıxıb feili bağlama deyil. Çıxıb getmək birlikdə mürəkkəb feildir və bu feili bağlama deyil. Daha sonra bilər nə deməkdir aşığın sazı, duya selə dönüb axanlar məni. Axanlar feili sifət, dönüb feili bağlama, demək də məstərdir. Burada həm feil sifət, həm feili bağlama, həm də məstər var. Hər üç olduğu üçün götürülmür. Bizə ikisi lazım idi. Qaşlarmı, qalarmı başımda ağlım, kamalım, azdımı yandırıb yaxanlar məni. Yandırıb yaxanlar mürəkkəb sözdür və burada A-nın feil sifət şəkilçisi var. Ona görə burada yalnız biri iştirak etdiyi üçün götürülmür. Deməsin dəlidir, huşsuz görəndə, yersiz qınamasın, baxanlar məni.
Burada isə görəndə feili bağlamadır, baxanlarda feili sifətdir. Qınamasın, burada ma inkar şəkilçisidir, məstərin şəkilçisi deyil. Deməsin, mə burada inkar şəkilçisidir, məstərin şəkilçisi deyil. Yalnız Y variantında 2 təsriflənməyən feil olduğu üçün cavab olur E variantı. Növbəti sual 48. Taxta yeni oturandan sonra hələ heç bir iş etməyən şahın zülmü insanları bezdirirdi. Nümunənin təhlilinə aid olan fikirləri seçin. Doğru fikri seçəcəyik. Həm feil sifət, həm feili bağlama işlənibdir. Taxta yeni oturandan sonra andan görürsünüzsə, burada feil sifət üstəgələ çıxışı qalan şəkilçisidir. Feili bağlama deyil. Etməyən, bu da feil sifətin şəkilçisidir. Burada feili bağlama olmadığı üçün biri götürə bilmərik. Daha sonra təsriflənməyən feillər tərkib əmələ gətiribdir. Baxaq, nə edirdi? Bezdirirdi. Kimi? İnsanları. Nə bezdirirdi? Şahın zülmü. Nə vaxt, nə zaman? Taxta yeni oturandan sonra hələ heç bir iş etməyən hansı şahın zülmü? Deməli, hansı şahın zülmü? Heç bir iş etməyən şahın zülmü. İndi bizdən soruşur ki, təsriflənməyən feillər tərkib əmələ gətiribdir. Heç bir iş etməyən, bir də yeni taxta yeni oturanlardan sonra, bəli, hər ikisi tərkib əmələ gətiribdir. Ona görə 2 doğrudur. Daha sonra bütün təsriflənməyən feillər feili sifətdir. Bəli, oxuyandan etməyən feili sifətdir. Feili bağlama yaxud da məstər yoxdur burada. Ona görə 3 də doğrudur. Feili sifətlər indiki zamana görə dəyişibdir. Ümumiyyətlə, feilin təsriflənməyən formaları zamana görə dəyişmədiyi üçün bu fikir yanlışdır. Feili sifətlər quruluşca sadədir. Etməyən, eyni zamanda oturan sadədir. Bu da doğru fikirdir. Ona görə cavab olur 2, 3, 5, yəni D variantı. Sual 49. Verilmiş cümlələri cədvəlin tələbinə əsasən müqayisə edərək doğru fikirləri müəyyən edin. Anamın arzusu məni oraya göndərmək idi. Məni oraya göndərmək idi. Nə? Anamın arzusu. Şəhərdən gələnlər yeməkdən doyunca yedilər. Yedilər. Kim şəhərdən gələnlər? Nədən yeməkdən? Yeməkdən yedilər. Nə qədər? Doyunca. Burada doyunca feili bağlamadır. Məstər xəbərin ifadə vasitəsidir, tərkib əmələ gətirməyib. Xəbərin ifadə vasitəsi məstər tərkibidir, eyni zamanda tərkib əmələ gətirməyib fikri yanlışdır, biri götürmürük. Müxtəlif sözlər məstərlə əlaqələnibdir. Oraya göndərmək, məni göndərmək, bəli, burada tərkib yaradıb və məstərlə əlaqələnibdir. Bu doğrudur. 3-ə baxaq, məstər işlənməsə də feili sifət və feili bağlama işlənibdir. Yemək isimli məstər deyil, gələn feili sifət, doyunca feili bağlama. Bəli, cümlədə məstər yoxdur, lakin feili sifət və feili bağlama işlənib. Bu doğrudur. Feili bağlama işlənməyən nümunədə feili sifət tərkib yaradıbdır. Feili bağlama işlənməyən deyir, amma doyunca feili bağlamadır. Ona görə 4 yanlış fikirdir. Feili birləşmə baş üzvün ifadə vasitəsidir. Şəhərdən gələnlər, burada feili birləşmədir, mübtədənin ifadə vasitəsidir. Məni oraya göndərmək isə xəbərin ifadə vasitəsidir. Bu da feili birləşmədir. Ona görə hər ikisində baş üzv, deməli, feili birləşmənin ifadə olunduğu üçün 5 ortaq fikirdir. Məstər şəkilçisini qəbul edən söz quruluşca sadədir. Məstər şəkilçisini qəbul edən söz göndərmək sözüdür və orada göndər sadə sözdür. Bu yalnız birinci cümlə haqqında doğru fikirdir. Yeməkdən sözündəki makmək məstərin şəkilçisi olmadığı üçün bunlar haqqında ortaq fikir ola bilməz. Və doğru cavab olur 2, 3, 5, yəni B variantında. Sual 50. Cədvələ əsasən uyğun variantı müəyyən edin. Feili sifət tərkibi tamamlıq vəzifəsindədir. Tapşırığı edəni bugün mükafatlandıracaqlar. Mükafatlandıracaqlar nə vaxt, nə zaman bugün? Kimi? Tapşırığı edəni. Edən, yerinə yetirən mənasında olduğu üçün etmək burada müstəqil sözdür. Ona görə tapşırığı edən mürəkkəb feil yox, məhz feil sifət tərkibi sayılır. Yəni söz birləşməsi sayılır. Ona görə və tamamlıq olduğu üçün biri götürürük. Çünki feil sifət tərkibi tamamlıq vəzifəsindədir. 2-də deyəsən kömək edə bilənləri tapmışdılar. Tapmışdılar. Kimi? Kömək edə bilənləri. Kömək edə bilmək mürəkkəb feildir. Söz birləşməsi olmadığı üçün bu feil sifət tərkibi sayılmır. Yaxşı oxuyanları şəhər olimpiyadasına göndərdilər. Nə etdilər? Göndərdilər. Kimi? Yaxşı oxuyanları. Yaxşı oxuyanları feil sifət tərkibidir və tamamlıq funksiyasındadır. 3-ü götürürük. Digərdə isə feil sifət təyin vəzifəsinə çıxış edir. Artıq burada tərkib yox, sadəcə feil sifətə baxmalıyıq. Yeni yazılan layihənin uğur qazanmasına az qalıb. Nəyə? Layihənin uğur qazanmasına. Hansı layihənin yeni yazılan? Burada feil sifət təyin funksiyasında deyil. Çünki feil sifət tərkibi təyin funksiyasındadır. Yeni yazılan tərkib olduğu üçün 4-ü götürmürük. Bizdən feil sifət soruşurdu, lakin burada tərkibdir.
5-ə baxaq. Bizə gələn qonaqları süfrəyə dəvət etdilər. Dəvət etdilər. Kimi qonaqları, hansı qonaqları bizə gələn. Burada da bizə gələn fe'l sifət yox, fe'l sifət tərkib olduğu üçün 5-də götürülmür. Yardım edə bilən insanların hamısı buradaydı. Buradaydı kim? İnsanların hamısı. Hansı insanların yardım edə bilən? Yardım edə bilən, kömək edə bilən, kömək edə bilənlər. Bunlar deməli söz birləşməsi sayılmır və bunlar mürəkkəb fe'l olduğu üçün fe'l sifət tərkibi götürülmür. Fe'l sifət tərkib olmadığı üçün təyin, yəni sadəcə fe'l sifətlə ifadə olunduğu üçün 6 da düzdür. Və cavab olur 1, 3, 6, yəni C variantı. Sual 51-ə baxırıq. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Onu qapının yanında dayanan gördüm. Fe'l sifət tərkibi işlənən cümlədir. Nə etdim? Gördüm. Kimi gördüm? Onu gördüm. Necə cümlə tərzdə gördüm? Qapının yanında dayanan gördüm. Burada fe'l sifət tərkibi işlənən cümlədir. Bu fikir doğrudur. Burada isə yanlış yazıldığı üçün bu uyğunsuzluq yaradır. Daha sonra məktəbə gecikən kimi müəllim onları danladı. Danladı. Kimi onları? Kim danladı? Müəllim. Müəllim nə vaxt, nə zaman danladı? Məktəbə gecikən kimi. Burada isə fe'l sifət gecikən anın fe'l sifətin şəkilçisidir və tərkib yaradıbdır. Bu doğrudur. Burada doğru olduğu üçün 2 uyğunluq yaradır. 2-ni götürürük. Həyatı idrakla yaşayanlar özlərindən sonra iz buraxacaqlar. Nə edəcəklər? İz buraxacaqlar. Kim? Yaşayanlar. Həyatı idrakla yaşayanlar. Burada həyatı idrakla yaşayanlar fe'l sifət tərkibidir. Burada fe'l sifət tərkibi işlənibdir, lakin burada yanlış yazdığı üçün uyğunsuzluqdur. Günortadan 3 saat yarım keçmiş mənzilimə gəlirdim. Nə edirdim? Gəlirdim. Deməli, nə vaxt, nə zaman gəlirdim? Günortadan 3 saat yarım keçmiş. Burada tərkib yaradır, lakin bu fe'l sifət yox, fe'l bağlamadır. Günortadan 3 saat yarım keçəndə. Mışı anda ilə əvəz edə biliriksə, deməli bu mış fe'l bağlamanın şəkilçisidir, fe'l sifətin şəkilçisi deyil. Və burada da bu cümlədə ümumiyyətlə fe'l sifət olmadığı üçün və fe'l sifət tərkibi işlənmədiyi üçün bu fikir yanlışdır. Yəni fe'l sifət tərkibi işlənən cümlədə fikri yanlışdır. Burada da yanlış olduğu üçün elə uyğunluq olur. 5-ə baxaq. Yadıma düşənləri sizə bir-bir danışacağam. Danışacağam nəyi yadıma düşənləri. Burada deməli düşənlər anan fe'l sifətdir. Lakin fe'l sifət tərkibi işlənməyib. Buna səbəb isə yada düşmək frazoloji birləşmədir və frazoloji birləşmə olduğu üçün bu fe'l sifət tərkibi sayılmamasıdır. Fe'l sifət tərkibi sayılmadığı üçün fikir yanlışdır. Burada isə doğru olduğu üçün uyğunsuzluqdur. Uyğunluq yaradan 2, 4, yəni B variantındadır. Hansı cümlələrdə mış fe'li bağlama şəkilçili söz işlənmişdir? Mışı əsasən anda əndə şəkilçisi ilə əvəz edə biliriksə, bu zaman orada fe'li bağlamanın şəkilçisi olur. Unutmayın ki, keçmiş keçmişdə qaldı. Burada keçmiş nə keçmiş, keçmişdə nədə, keçmişdə isimdir. Bu ümumiyyətlə fe'l sifət və ya fe'li bağlama deyil. Əvvəlcədən hazırlaşmamış uşaqları gətirmə. Deməli, gətirmə kimi uşaqları, hansı uşaqları? Əvvəlcədən hazırlaşmamış, yəni əvvəlcədən hazırlaşmayan uşaqları. Buradakı mış fe'l sifətin şəkilçisidir, fe'li bağlama şəkilçisi deyil. Yaydan biraz keçmiş kəndə qayıtdıq. Nə etdik? Qayıtdıq. Haraya? Kəndə. Nə vaxt, nə zaman qayıtdıq? Yaydan bir ay yarım keçəndə mışı anda ilə əvəz edə bilirik və bu mış fe'li bağlamanın şəkilçisidir. Bu hadisələr keçmişdə baş verib. Keçmişdə. Burada da keçmişdə baş verib. Keçmiş nə? Keçmiş isimdir və bu da fe'li sifət olmadığı üçün, nə də fe'li bağlama olmadığı üçün 4-ü götürmürük. Dünən gecə səhərə az qalmış evə gəldi. Nə etdi? Gəldi. Haraya gəldi? Evə. Nə vaxt, nə zaman? Deməli, səhərə az qalmış. Burada mış da anda ilə əvəz edə bildiyimiz üçün buradakı mış da fe'li bağlamanın şəkilçisidir. Ona görə 5-i də götürürük. Cavab olur 3, 5, yəni D variantı. Daha sonra sual 53. Gələndə fe'li sifəti, gələndə fe'li bağlamasından fərqli olaraq fe'li sifət olanda olur gəl, gələn, gələndə, fe'li bağlama olanda gəl, anda şəkilçisi birlikdə gedir. Deməli, fe'li sifət fe'li bağlamadan fərqli olaraq cümlənin xəbəri ola bilməz. Yanlışdır. Fe'li sifət cümlədə deməli xəbər olur. Əksinə fe'li bağlama xəbər ola bilmir. Fe'li sifət cümlədə tərkib əmələ gətirə bilər. Hər ikisi tərkib əmələ gətirə bilər. Bu bunun fərqi deyil. Şəxsi kəmiyyətə görə dəyişə bilmir. Hər ikisi bunların ortağıdır, fərqi deyil. İsmi xüsusiyyətini daşımağı, bəli, fe'li sifətin fe'li bağlamadan fərqidir. Bu yalnız fe'li sifətə aid olduğu üçün fərqdir.
İkinci dərəcəli cümlə üzvü ola bilir. Bu da bunların ortağıdır, fərqi deyil. Fe'li bağlama zərf ola bilir, zərflik ola bilir. Fe'l sifət isə əsasən təyin, eləcə də isimləşərkən digər cümlə üzvləri də ola bilir. Yəni burada cavab oldu D. Sual 54. Qayıdış növdə işlənməyən fe'li bağlamaları seçin. Sevinə-sevinən sözün kökü sevin, qrammatik şəkilçi olduğu üçün burada qayıdış növdə deyil, məlum növdədir. Qocala-qocala, qoca sözün kökü l leksikdir. Bu da məlum növdədir, qayıdışda deyil. Açıla-açıla, aç, açıl, qayıdış növdə işlənə bilən fe'ldir. Düşünə-düşünə, düşün sözün köküdür. Bu da məlum növdədir. Gəzinmək də, deməli, gəzinə-gəzinə qayıdış növdə olduğu üçün qayıdış növdə ola bilən fe'li bağlamadır. 5-i götürmürük. Cavab olur 2, 1, 2, 4, yəni B variantı. Sual 55-ə baxaq. 55. Klasterə əsasən uyğunluğu müəyyən edin. Birinci söz baxdıqdan, ikinci söz isə fikirləşmədən sözüdür. Birincidə yazılıb ki, quruluşca sadədir. Quruluşca sadə sözümüz baxdıqdan sözüdür. Fikirləşmədən düzəltmə olduğu üçün. Deməli, biz birinciyə yazacağıq. İşarələnən birinci sözü A-nı, ikinciyə isə yazacağıq B-ni. 1-ə A, 2-yə B cavabları A-da, C-də və D-dədir. Cavab B və E ola bilməz. Üçüncüyə elə bir fikir yazmalıyıq ki, bu deməli, həm baxdıqdan, həm də fikirləşmədən sözü haqqında ortaq fikir olsun. Dördüncüyə isə elə bir fikir yazmalıyıq ki, yalnız fikirləşmədən sözü haqqında doğru fikir olsun. İndi isə şərtlərə baxaq, verilən cavablara baxaq. Fe'lin və zərfin xüsusiyyətini daşıyan sözdür. Fe'lin və zərfin xüsusiyyətini daşıyan söz fikirləşmədən sözdür. Madan, mədən fe'li bağlamanın şəkilçisidir, amma baxdıqdan fe'li sifətdir. Onu yalnız götürə bilərik B-yə, yəni 2-yə B olanda 4-ə C olmuş olacaqdır. C-ni yazırıq bura. Daha sonra məchul növdə, deməli, məchul və ya qayıdış növdə olmayan fe'ldir. Baxdıqdan məchul növdə deyil, qayıdış növdə deyil, fikirləşmədən də nə qayıdışda, nə məchulda deyil. Hər ikisi məlum növdədir. Ona görə ortaq olduğu üçün D-ni yazırıq 3-cüyə, yəni hər ikisi haqqında doğru fikirdir. Daha sonra tərz mənası ifadə edən quruluşca düzəltmə sözdür. Hamı baxdıqdan sonra suala fikirləşmədən cavab verdi. Burada quruluşca düzəltmə olan fikirləşmədən sözüdür. Fikirləşmədən sözüdür və bu da tərz mənası ifadə edir. Necə cümlə tərzə cavab verdi? Fikirləşmədən. Bu da yalnız 4-ə aiddir. Yəni fikirləşmədən sözünə aid olduğu üçün 4-cüyə eyni də yazırıq. Daha sonra F-ə baxaq. Şərt məzmunu ifadə edən bu sözdə vurğu 3-cü hecanın üzərinə düşür. Baxdıqdan sonra, burada şərt məzmunu ifadə etmir. Fikirləşmədən, bu da tərz məzmunu ifadə edir. Düzdür, vurğu 3-dədir, amma tərz məzmunu ifadə etdiyi üçün bunu götürmürük. Yəni F heç birinə uyğun gələ bilmir. Ona görə F olan cavabları variantdan atırıq. G-yə baxaq. Digər sözdən fərqli olaraq zaman mənası bildirməyən fe'li bağlamadır. Digər sözdən fərqli olaraq, yəni baxdıqdan sözündən fərqli olaraq fikirləşmədən sözü zaman mənası bildirməyən fe'li bağlamadır. Baxdıqdan keçmiş zaman mənası bildirən fe'li sifətdir. Fikirləşmədən isə zaman mənası yox, tərz mənası bildirir. Cavab verdi necə cümlə tərzdə fikirləşmədən. Burada yəni zaman mənası bildirməyən fe'li bağlamadır. Bu da yalnız fikirləşmədən sözün aid olduğu üçün G-ni də yazırıq B-yə. Yəni cavab olur 1-ə A, 2-yə B, 3-ə D, 4-ə C, Y, G, yəni A variantında. Daha sonra baxaq sual 56-ya. Nə gülürsən mənim kimi gülüncə, sən mənə gülüncə dərdə gülpəri. Burada nə gülürsən mənim kimi gülüncə, gülünc necə gülünc sifətdir, gül, gülünc, leksik şəkilçi, qrammatik şəkilçi. Sən mənə gülüncə, gül, gülüncə. Bu isə fe'li bağlamadır. İndi isə təhlil edək. Fərqləndirilən sözlər bir-biri ilə omonim deyil. Gülüncə, gülüncə, bəli, bunların başlanğıc formaları fərqlidir. Eyni zamanda vurğuları fərqlidir. Omonim deyil. Bu fikir doğru fikirdir. Birinci misradakı fərqləndirilən söz kökü isimlə omonim olan düzəltmə sözdür. Düzəltmə sifətdir. Bəli, düzəltmə sifətdir. Gül fe'il olduğu üçün kökü gül ismi ilə omonim ola bilən sözdür. Bu da doğrudur. İkinci misradakı fərqləndirilən söz qoşmalı sözdür. Gülüncə sözündə qoşmalı yox, orada fe'li bağlamadır. Qədər qoşmasına sinonim işlənib. Xeyr, oradakı fərqləndirilən söz gülüncə sözü o da fe'li bağlamadır. Qoşmalı söz deyil. 3 yanlışdır. Kökü gül fe'li olan sözlər eyni köklü cərgə əmələ gətirir.
Kökü gül olan gülüncə, bir də gülüncə. Bunlar eyni köklü ola bilməz. Eyni zamanda gülürsən, gül. Bunlar eyni köklü ola bilməz. Çünki bunlarda leksik şəkilci yoxdur, amma eyni köklünün də birinci şərti odur ki, mütləq orada leksik şəkilci olmalıydı. 4 yanlışdır. 5 fərqlə sözlərdən biri feili bağlamadır, biri isə homonimliyi olan qoşmadır. Gülüncə feili bağlamadır, mənim kimi. Kimi də burada homonimliyə malik olan qoşmadır, bənzətmə qoşmasıdır. 5 də doğrudur. Cavab olur 1, 2, 5, yəni A variantı. İndi isə baxaq növbəti sual, 57-ci suala. Hansı cümlədə işlənmiş sözə əsasən demək olar ki, cümlədəki məzmundan asılı olaraq sözün təsvirlənmə formaya aidliyi dəyişə bilər. Akif onu görəndə ayaqları əsdi. Burada görəndə təsvirlənməyən feildir və bunu yalnız feili bağlama kimi düşünmək olur, feil sifət kimi götürmək olmur. Anam qovurmalı aş bişirib. Burada ümumiyyətlə təsvirlənməyən feil yoxdur. Qovurmalı burada sifətdir, feil sifət deyil. Bu məlumatı kitab oxuyanda gördüm. Burada bunu iki cür düşünmək olur. Bir var, deyirik ki, bu məlumatı kitab oxuyan adamda gördüm. An feil sifətin şəkilçisi, da yerlik hal şəkilçisi. Bir də bu məlumatı kitab oxuyanda gördüm. Nə vaxt, nə zaman? Kitab oxuyanda. Burada isə feili bağlama kimi götürmək olar. Yəni, oxuyanda sözünü həm feil sifət, həm feili bağlama düşünə bildiyimiz üçün burada məzmunun asılı olaraq təsvirlənməyən formaya aidliyi dəyişə bilir. İki cür düşünə bilirik. Ona görə doğru cavab olur C. Vaxtında dərslərə çalışan qalib gələr. Çalışan anən, bunu yalnız feil sifət kimi düşünürük. Əvvəlcədən hazırlaşmayan uşaqları gətirmə. Əvvəlcədən hazırlaşmayan anən, burada da feil sifətin şəkilçisidir. Burada da yalnız feil sifət kimi düşünmək olur. İki cür düşünə bildiyimiz oldu C variantında. Daha sonra sual 58. Silək. Sual 58. Feili bağlama və zərf kimi düşünülən sözlərin hamısı homonimdir. Bu yanlış fikirdir. Biz doğrudan doğrunu, yanlışdan yanlışı götürməliyik. Çünki bütün feili bağlama və zərf kimi düşünülən sözlərin hamısı homonim deyil. Yəni, hamısı sözünə görə yanlışdır. Məsələn, deyək ki, çaparaq, bir də çaparaq. Orada vurğuya görə mənası dəyişir. Eyni zamanda biri zərf, biri feili bağlama olur, amma bunları homonim götürə bilmərik. Fikir yanlışdır. Feili sifət və məstər isə ilə işlənə bilər fikri doğrudur. Feili bağlama işlənmir, amma feil sifətlə məstər işlənə bilir. Məstər təsriflənən feillə birlikdə xəbər rolunda çıxış edə bilər. Bu da doğrudur. Məstər təsriflənən feilin tərkibində, deməli, məstər feil sifətin təsriflənən feilin tərkibində xəbər rolunda çıxış edə bilər. Bu doğrudur. 3-ü götürürük, 2-ni götürürük. Digərinə yanlışdan yanlışı götürməliyik. Feili bağlama zamana görə dəyişə bilməsə də, zaman zərfli rolunda çıxış edə bilər. Bəli, feili bağlama zamana görə dəyişmir, amma zaman zərfli rolunda çıxış edə bilir. Mən evə çatanda artıq hava qaralırdı. Nə vaxt, nə zaman evə çatanda. Feili bağlama zaman zərfli rolunda çıxış edə bilər. Bu fikir doğru fikirdir. Təsriflənməyən formaları müxtəlif qrammatik məna növlərində işlənə bilir. Bu da doğrudur. Yanlışdan doğrunu götürə bilmədiyimiz üçün 4 və 5-i götürmürük. Sadəcə doğrudan doğrunu 2, 3-ü götürürük. Cavab olur B bəndi. Daha sonra sual 59. Ona yaxınlaşmadan bunları gətirmək çətindir. Cümlənin təhlilinə aid olmayan fikirləri müəyyən edin. Feili bağlama quruluşca düzəltmədir. Yaxınlaşmadan sözü yaxın, yaxınlaş, yaxınlaşmadan, bəli, quruluşca düzəltmədir. Məstər quruluşca sadədir. Qətdən gətir olmur. Gətirmək sadədir. Təsriflənməyən feillər məlum növdədir. Gətirmək, yaxınlaşmaq, hər ikisi məlum növdə düzdür. Məstər feili bağlamadan fərqli olaraq tərkib əmələ gətiribdir. Çətindir. Nə çətindir? Bunları gətirmək. Nə vaxt, nə zaman? Ona yaxınlaşmadan. Burada həm məstər, həm də feil sifət, daha doğrusu feili bağlama tərkib yaradıbdır. Amma burada isə məstər feili bağlamadan fərqli olaraq tərkib əmələ gətirib fikri yanlışdır. Çünki həm feili bağlama, həm də məstər tərkib yaradıb. Yanlış olan D-dədir. Feili bağlama məlum növdə işlənibdir. Yaxınlaşmadan, bəli, məlum növdə işlənib. Bu da doğrudur. Yanlış olan cavab oldu D-də. Sual 60-a baxaq indi isə. Eyler-Venn diaqramına əsasən uyğun fikirləri müəyyən edin. 2 cümlə verilib. Bunlar əsasında tapmalıyıq. Onun gəlməyi hamını sevindirdi, lakin ətrafda ürək açan hadisə yox idi. İclasda olmağı bizə sərf edir, çünki edilməmişlərə görə yalnız o çıxış edəcəkdir. Birincidə qeyd olunur ki, feil sifət quruluşca mürəkkəbdir, təyin rolundadır. Bu cümlədə feil sifət yoxdur. Ürək açan
ürək açan hadisə hansı hadisə? Bu mürəkkəb sifətdir, fe'l sifət deyil. Ona görə birinci cümlədə fe'l sifət olmadığı üçün biri doğru götürə bilmərik. Bir yanlış fikirdir. 2-yə baxaq. Təsriflənməyən forma tərkib əmələ gətirməyibdir. Burada təsriflənməyən forma məstərdir. Onun gəlməyi bu üçüncü nöqtənin söz birləşməsidir və isim birləşməsi sayılır. Məstər tərkibi sayılmır. Ona görə doğru fikirdir. Yalnız birinci cümlə haqqında doğrudur. 3-ə baxaq. Məstər tərkibi əmələ gətirib quruluşca sadədir. Ortaq fikir olaraq götürə bilmərik. Çünki ən azından birinci cümlədə onun gəlməyi məstər tərkibi sayılmırdı. 4-də quruluşca düzəltmə olan fe'l işlənmişdir. Burada sevindirdi quruluşca düzəltmədir. Edilməmiş quruluşca düzəltmədir. Hər ikisində quruluşca düzəltmə fe'l işləndiyi üçün 4 ortaq fikirdir və düz fikirdir. 5 ikinci cümlə haqqındadır. Mürəkkəb fe'llərdən biri də məstərdir. İclasda olmağı bizə sərf edir, çünki edilməmişlərə görə yalnız o çıxış edəcəkdir. İclasda olmağı mürəkkəb fe'l deyil, iclasda olmağı iştirak etmək mənasındadır və iclasda olmaq birlikdə mürəkkəb fe'l, yəni mürəkkəb məstər sayılmır. Ona görə də mürəkkəb fe'llərdən biri də məstərdir fikri yanlış fikirdir. Təyin rolunda olan söz fe'li sifətdir, tərkib əmələ gətirməyib. İclasda olmağı, deməli, bir də edilməmiş, burada fe'li sifətlərdir. Bizə sərf edirdi kimə bizə nə iclasda olmağı, bu mübtədədir. Çıxış edəcəkdir, kim o, deməli, nə üçün, işlərə görə, hansı işlərə görə edilməmiş. Burada edilməmiş fe'li sifətdir, təyindir, lakin tərkib əmələ gətirməyib, çünki yalnız bir sözdən ibarətdir. Bu fikirdə yalnız B haqqında olduğu üçün, yəni ikinci cümlə haqqında doğru olduğu üçün altında götürürük. Cavab olur 2, 4, 6, yəni A variantı.